Coğrafi test toplusu ikinci ise dünya əhalisi mövzusunun 123-cü sualdan sonraki digər suallarına baxacağıq biz. Deməli, Niderland, Danimarka, Belçika dövlətlərinə aid olmayan cəhət. Deməli, Niderland, Danimarka, Belçika hər üçü Qərbi Avropada yerləşən inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə biz bilirik ki, əhali artımının birinci tipinə aiddir. Atlantik okeanına çıxışları vardır. Bəli, hər üçünün Atlantik okeanına çıxışı vardır. Şimal dənizinə əsasən çıxışları mövcuddur. Deməli, inkişaf etmiş ölkələrdir. Bəli, hər üçü inkişaf etmiş ölkələrdir. Əhali artımının biz dedik ki, birinci tip hissəcəyidir. Amma burada bizə deyilik, ikinci tipdir. Deməli, cavabımız elə C bəndə olmalıdır. Hər üçü konstitusiya monarxiyadır. Hər üçü Qərbi Avropada yerləşən inkişaf etmiş ölkələrdir. İran dil qrupuna aid olmayan xalqlar. Deməli, türkmənlər Altay dil ailəsinə aiddir. Yəni İran dil qrupuna aid deyil. Ərəblər Hami-Samidir. Benqallar Hind-Aridir. Hindlilər Hind-Aridir. Elə cavabımız A bəndə olmalıdır. Burada Taciklər aiddir. Farslar aiddir. Kürdlər aiddir. Burada hər dördü aid idi. İran dil qrupuna Kürdlər aiddir. Burada da Farslar aiddir. Əhali təbii artımı ən aşağı səviyyədə olan ölkələr. Deməli, biz ikinci tip ölkələri çıxardıq əvvəlcə, inkişaf etməkdə olan ölkələri. Somalidir, Pakistandır, Nigeriyadır və bir də burada İran ikinci tip ölkələrdir. Fransa, Almaniya, Rusiya isə nisbətən birinci tip ölkələrdir. Ən aşağı yazılıb bizə burada. Ümumiyyətlə, ən aşağı deyəndə Fransa nisbətən təbii artım cüzi şəkildə artım var. Amma Almaniya, Rusiya ilə təbii azalma gedir və Avropanın bir sıra ölkənin təbii azalma gedir. Amma bu sualımızda düzgün cavab D bəndə olmalıdır. Urbanizasiya səviyyəsi aşağı olan ölkələr. Deməli, urbanizasiya səviyyəsi urbanizasiya şəhər əhalisinin payıdır. Deməli, bizə şəhər əhalisinin payının aşağı olduğu ölkələr lazımdır. Deməli, əsasən inkişaf etməkdə olan, nisbətən geridə qalan ölkələr lazımdır bizə. Cavabımız onun üçün Çad, Sudan, Kamerun, Burkina Faso yəni A bəndə olmalıdır. Çünki buradan İsveç ola bilməz, Küveyt, Avstraliya, Fransa, Kanada, Yaponiya inkişaf etmiş ölkələrdir. Həmçinin Yaponiya, İspaniya, buradan da İtaliya, İsveçrə, həmçinin Braziliyada inkişaf etmiş ölkə olmasa da Latın Amerika ölkələrində urbanizasiya nisbətən yüksək hesab olunurdu. 127-ci suala baxaq. Daha aşağı urbanizasiya, yenə həmçinin daha aşağı urbanizasiya, yenə də geridə qalmış etməkdə olan ölkələr lazımdır bizə. Deməli, burada bizə Car inkişaf etmiş ölkədir. Çad, bəli, Efiopiya, bəli, Niger, bəli, Əlcəzair, Malik daha aşağı. Bizə daha aşağı deyirsə, düzdür, Əlcəzair Misirdə də nisbətən aşağıdır. Amma bizə ümumiyyətlə daha aşağı deyirsə, onun üçün 2, 3, 4-ü götürməliyik biz. Afrikadakı. Əhalinin yaş tərkibi sxeminə uyğun gələn müvafiq ölkələri müəyyən edin. Deməli, birinci sxemi diqqətli fikir versək biz görürük ki, aşağıdakı uşaqları göstərir. Uşaqlar 22%, yəni aşağı. Uşaqların sayı azdır. Yaşlıların sayı isə nisbətən çoxdur. Deməli, bu ölkə birinci tip, yəni inkişaf etmiş ölkə olmalıdır. Amma bu isə uşaqların sayı 45% uşaqlar var. Yəni, bu ölkə nisbətən ikinci tip, yəni inkişaf etməkdə olan ölkə olmalıdır. İnkişaf etməkdə olan ölkə ikinci tip ölkə olmalıdır. Çünki burada uşaqların sayı çoxdur, yaşlıların sayı isə çox aşağıdır. Deməli, biri Fransa, İtaliya, ABŞ ola bilər, amma Böyük Britaniyada həmçinin bir olmalıydı, Avstraliyada bir olmalıydı. Fransa, Avstraliya, Çexiya ola bilər, Nigeriya, Kenya, İndoneziya, bəli, bunlar hamısı birinci tip ölkə. İnkişaf etməkdə olan ölkələr deyəndəki Avropa ölkələri hamısı birinci tip götürülür. Çexiya inkişaf etmiş ölkə olmasa da. Burada isə bizə Misir qaydanı pozurdu, Hindistandır, Meksikada, Braziliyadır. Burada isə Hind, Avstraliya pozurdur. Avstraliya ikinci tip ölkə deyildi. Düzgün cavab B bəndə olmalıdır 128-ci sualda. Yüksək dağlıq ərazilərdə əhalinin seyrək məskunlaşmasının əsas səbəbləri. Yüksək dağlıqda əsas səbəbləri havanın temperaturunun aşağı olması, havanın faydalı qazının azlığı, yamacların meylliyinin çox olması. Yamacların meylliyinin çox olması bəli götürülməlidir. Təbii əkinçilik üçün əlverişsiz olması, təbii şəraitin əkinçilik üçün əlverişsiz olması, bəli, bu da götürülməlidir. Çünki dağlıq ərazilərdə əkinçilik inkişaf edə bilmir. Yağıntılar dağlıqda nisbətən çox yağır, faydalı qazıntılar ola bilməz. Dağ çəmən torpaqlarının geniş sahə tutması, yəni bu mənfi cəhət deyil. Bizə burada bir dənə də birdə nə deyirdi? Havanın aşağı olması, bəli, havanın demin aşağılıq ərazidə havanın demin aşağı olması əsas səbəblərindən biri ola bilər. 130-cu sual. Çində əhalinin sayca çoxluğu və təbii artımın dövlət
təbii artımı dövlətə hansı tədbirlər görməyə vadar edir? Deməli, Çində əhalinin sayıcı çoxluğu əhalini azaltmağa yönəlir də. Əhalinin azaldılmasına yönəlmiş tədbirlər həyata keçirtməyə məcbur etmişdi Çini. Deməli, ölkənin şimal və qərb təsərrüfatı inkişaf etdirməyi. Bəli, çünki Çində əhalinin əksəriyyəti şərq tərəfində, yəni Böyük Çin düzənliyində, Sakit Okean sahillərində məskunlaşıb, nisbətən şimal və qərb tərəfləri isə seyrəkdir. Şimal və qərb tərəfi inkişaf etdirmək doğru cavab ola bilər. Tənzimləmək üçün daha ciddi tədbirlər görmək. Bəli, əhalini düz Çində artıq ciddi tədbirlər gördü və birinci tipə keçdi. Aldı. Bu sual düzdür, biraz müasir dövr tələbindən biraz geridə qalmış sualdır və bu da olmalıdır. Bəli. Okean və dənizlərin sərvətini daha geniş istifadə etmək. Daha geniş istifadə etmək bu da ola bilər. Əhalinin aclıq səviyyəsini azaltmasında mühüm rol oynaya bilər. Tibet və Gobi çox əmək tələb edən çəltik əkinlərini genişləndirmək. Tibet və Gobi dağlıq ərazilər. Tibet ümumiyyətlə dağlıq ərazidir, Gobi də dağlıq yayladır, həmçinin səhra ərazisidir. Yəni bu ərazidə çəltiyin inkişaf etdirilməsi mümkün deyil, çünki çəltik çox suya tələbkar və istiliyə və suya tələbkar olan bitkidir. Onun üçün bu ərazidə yetişdirilməsi mümkünsüzdür. Ölkənin şərqində sənaye müəssisəsinin yerində buğda əkinlərini genişləndirmək, xeyir sənaye sahələri kənd təsərrüfatından daha gəlirli sahələrdir. Onun üçün sənaye sahələrinin yerinə buğda əkini salmaq düzgün cavab ola bilməz. 1, 2, 3, yəni A bəndə olmalıdır. Latın Amerikası üçün ölkələr yüksəcəyi əlamətlər. Kənd təsərrüfatı zəif inkişaf etmişdir, xeyr əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Suburbanizasiya prosesi, suburbanizasiya yox burada. Yalançı urbanizasiya, favellər geniş yayılıb. Əsasən roman dil qrupu İspan və Portugal dillərinə aiddir. Bəli, həmçində ikinci tipə aiddir. Filizlər isə zəngindir. Brazil, dəmir filizi, boksit, And ölkələrində mis. Cavabımız 3, 4, 5 olmalıdır. A bəndə. Urbanizasiya səviyyəsi daha yüksək olan inkişaf etməkdə olan ölkələr. Biz demişdik ki, əsasən Latın Amerikası ölkələrində urbanizasiya səviyyəsi daha yüksək idi. Bizdə Ərəb ölkələrində, Cənub-Qərbi Asiyada. Argentina, Braziliya, Meksika, yəni Latın Amerikası ölkələri. Cavabımız C bəndi. Cədvəldə verilən məlumatlar əsasən ölkənin əhalisinin sayının azalmasına görə ardıcıl düzün. Deməli, bizə əhalinin sıxlığı bərabərdir. Əhalinin sayı bölünsün ərazi. İndi bizə sahə verilib və əhalinin sıxlığı verilib. Biz tapmalıyıq əhalinin sayını. Əhalinin sayını tapmaq üçün isə biz sahəni əhalinin sıxlığına vurmalıyıq. Əhalinin sayına vurmalıyıq. Bunun üçün bunları vuraq biz. 89 vurulsun 781. 69509 69509 digərində silinsin 43 vurulsun 1648 70864 70864 birbirine yaxın rəqəmlər gördük. 232 vurulsun 357. Bu da 82 minlik. 82.824 idiysə. Və bizə azalma ardıcıllığını deyir. Azalma 3-2-1 şəklində olmalıdır. Yenə eyni tip sualdır. Bu diqqətli baxsaq, burada rəqəmlər bir-birinə çox yaxındır. Rəqəmlər bir-birinə çox yaxındır. Yenə də həmçinin bu dərəcə bərabərdir. Artma sırasında deyir. Artma sırası deyirsə 1-2-3 şəklində olacaq. Çünki təxmini eyni rəqəmlərdir burada. 135-ci suala baxaq. Urbanizasiya səviyyəsinin müvafiq olaraq yüksək, orta və aşağı olduğu Asiya ölkələrinin doğru verildiyi sıranı müəyyən edin. Deməli, Yaponiyada urbanizasiya səviyyəsi yüksəkdir. Doğru ola bilər. Çində orta səviyyədə urbanizasiya mövcuddur. Singapurda isə urbanizasiya çox yüksəkdir. Bizə isə aşağı olduğu deyilir. Onun üçün ola bilmir. Çünki Singapur ümumiyyətlə kənd yoxdur, şəhər əhalisidir. Küveyt urbanizasiya səviyyəsi yüksəkdir. Amma Bəhreyndə də yüksəkdir. Səudi Ərəbistanda da yüksəkdir. Onun üçün bu da cavab ola bilməz. Yaponiyada urbanizasiya səviyyəsi yüksəkdir. Çində orta səviyyəlidir. Banqladeşdə isə çox aşağıdır.
Çində yüksək deyil, orta səviyyəli olmalıdır. Hindistan, Yaponiyada bu uyğunluğu pozur. Taylandda yüksək deyil, onun üçün bu da uyğun cavab deyil. Düzgün cavabımız 3-cü bənd, elə Y bəndi olmalıdır. Fransa iqtisadiyyatının əhalinin məşğulluq strukturunu əks etdirən sxem. Deməli, Fransa inkişaf etmiş ölkədir və inkişaf etmiş ölkələrdə məşğulluq strukturunda xidmət sahələri daha çox olmalıdır. Kənd təsərrüfatı az olmalıdır. Və bizə belə uyğun sxem Y bəndində verilib. Sonra Böyük Britaniya. Böyük Britaniya yenə həmçinin inkişaf etmiş ölkədir. Yenə də xidmət çox olmalıdır, kənd təsərrüfatı az olmalıdır. Yenə də cavab C bəndi olur. 138-ci sual. İqtisadi cəhətdən fəal əhalinin təsərrüfat sahələri üzrə bölgüsündə inkişaf etmiş ölkələri müəyyən edin. Deməli, dediyimiz kimi inkişaf etmiş ölkələrdə xidmət sahələri çox olmalıdır. Deməli, birinci ölkədə kənd təsərrüfatı çoxdur, onun üçün ola bilməz. İkinci ölkə yenə kənd təsərrüfatı çoxdur. Üçüncü ölkədə xidmət çoxdur. Dördüncü ölkədə xidmət çoxdur. Və 5-ci ölkədə xidmət daha çoxdur. Onun üçün cavab da 3, 4, 5, yəni D bəndi olmalıdır. Deməli, inkişaf etməkdə olan ölkələr deyilir bizə. İnkişaf etməkdə olan ölkələrdə xidmət sahələri nisbətən aşağı olmalıdır, sənaye və kənd təsərrüfatı yüksək olmalıdır. Deməli, baxaq biz burada 3-cüdə gördüyümüz kimi xidmət çoxdur. Deməli, ola bilməz. Bir də 5-ci də xidmət çoxdur. Amma birincidə kənd təsərrüfatı çoxdur, ikincidə kənd təsərrüfatı çoxdur, üçüncüdə də dördüncüdə kənd təsərrüfatı çoxdur. Deməli, cavab 1, 2, 4 olmalıdır. 1, 2, 4 də bizə verilib A bəndində. Sonra Hind-Avropa dil ailəsinə ayrılan dil qrupları. Deməli, Sami-Hami Afro-Aziyaya aiddir. Roman bəli Hind-Avropadır. Mongol Altay dil ailəsinə aiddir. German Hind-Avropadır. Tungus Mancur bu da Altay dil ailəsinə aiddir. İran isə Hind-Avropadır. 2, 4, 6 B bəndi olmalıdır. Əhalinin orta sıxlığı az, lakin şəhər ərazisinin payı çox olan ölkələr. Deməli, bizə əhalinin sıxlığı azdırsa, deməli, ərazisi böyük, əhalisi az olan nisbətən və inkişaf etmiş ölkələr lazımdır. Kanada, bəli, düzdür. Avstriyada düzdür, şəhər ərazisi çoxdur, amma sıxlıq da çoxdur, onun üçün ola bilməz. Kanada, Avstraliya, bəli, tamamilə bizim lazım olan kateqoriyaya tam uyğundur. Kanada və Avstraliya sahəsi böyük olan ölkələrdir, sıxlığı azdır, amma hər ikisi inkişaf etmiş ölkə olduğu üçün şəhər ərazisi də çoxdur. Yalançı urbanizasiya dediyimiz kimi inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Latın Amerikası ölkələrində gedirdi. Favellər deyilirdi, buna xüsusilə Braziliyada. Əhalisinin sıxlığının az, şəhər ərazisinin payının yüksək olması ilə fərqlənən ölkələr. Yenə də burada bizə tapdığımız Kanada və Avstraliya tipli ölkələr olmalıdır. Bu qrupa biz Kanada, Avstraliyanı, həmçinin Şimali Avropanı aid edə bilərik. Hindistan bu qrupa deyil. Kanada bəli ola bilərdi, amma Niderland pozur. Yaponiya, Norveç ola bilər, amma Fransa pozur. Norveç, Avstraliya. Yəni Şimali Avropa sərt iqlimə malik olduğu üçün sıxlıq o qədər çox deyil. Dünya əhalisinin daha sıx məskunlaşdığı qurşaqlar. Deməli, əlverişli iqlim qurşaqlarına daha çox məskunlaşıblar. Subekvatorial ola bilər, subarktik xeyir. Cənub mülayim ümumiyyətlə yalnız Cənubi Amerikanın cənubunda yayılıb, cənubda. Onun üçün ola bilməz. Ekvatorial ümumiyyətlə sıxlıq çox deyil, subarktik ola bilməz. Tropik iqlim əlverişli iqlim deyil. Subtropik və şimal mülayim, bəli, əsasən əhalinin daha sıx məskunlaşdığı iqlim qurşaqları hesab oluna bilər. Ölkənin demoqrafik inkişafını müqayisə etmək üçün istifadə edilən göstərici. Deməli, demoqrafik artipini mövcud etmək üçün bizə əsas vacib olan, biz demişdik ki, əhalinin təbii artımı. Yəni, 12-dən çoxdursa, əhalinin 1000 nəfər düşən təbii artımı, bu ikinci tip 12 dəfədən aşağıdırsa, bu birinci tip ölkələr hesablanır. 20-ci əsrin sonlarından etibarən əhalinin təbii artımı azalması müşahidə edilən region. Deməli, əhalinin təbii artımının təbii azalması bizi deyir. Təbii azalması, get-gedə sürətlə əhalinin azaldığı əsas regionumuz bizə Şərqi Avropa regionudur. Şərqi Avropa regionu xüsusilə də Latviyadır, Litvadır, Estoniyadır, Macaristandır, Çexiyadır, Rusiyadır, Ukraynadır, Belarusdur. Əhalinin sayı sürətlə azalmağa doğru gedir.
Sakit okean sahillərində yerləşən megapolislər. Deməli, əsasən Sakit okean sahilində yerləşən megapolislərimiz, baxaq biz, Salsan, Mexiko megapolis ümumiyyətlə deyildi. Reyn sahili yerləşir, Reyn boyu Atlantik okeanı sahilində, həmçinin New Yorkda Atlantik okeanı sahilində, sözdə aglomerasiya New York. İngiltərə yenə Atlantik okeanı sahilində, göllər ətrafı da Atlantik okeanı sahilindədir. San Tokkaydo, San Francisco, San Diego arasında Şimali Amerikada, ABŞ-da Sakit okean sahili, Tokkaydo Yaponiyada da Sakit okean sahilindədir. Bosvaş isə Atlantik okeanı sahilində yerləşir. İndi biz Atlantik okeanı sahilindədir. Bosvaş və İngiltərə olmalıdır Atlantik okeanı sahilində yerləşənlər. 149-cu sual. Kütləvi miqrasiyalar dövründə əsas immiqrasiya rayonlarından biri olub, müasir dövrdə emiqrasiya zonası çevrilən region. Deməli, kütləvi miqrasiyalar dövründə immiqrasiya regionu idi, indi isə bu zona emiqrasiya çevrilib. Deməli, burası Latın Amerikası zonası ola bilər. Çünki Latın Amerikası, Avropa ölkənin əksəriyyəti Latın Amerikasına köç edirdi. Kütləvi miqrasiyalar dövründə İspaniyadan, Portuqaliyadan xüsusilə də bir çoxlu axın oldu. Amma günümüzdə isə Latın Amerikası əsasən emiqrasiya zonasına çevrilib. Buradan insanlar Şimali Amerikaya, yəni ABŞ və Kanadaya köç edirlər. Yəni Latın Amerikası. Emiqrasiya regionundan immiqrasiya regionuna çevrilən ərazi. Yəni keçmişdə buradan insanlar köç edirdi. İndi əksinə insanlar buraya gəlirlər. Emiqrasiya, immiqrasiya. Deməli, kütləvi miqrasiyadan biz dedik ki, Latın Amerikasına və Şimali Amerika insanlar axın edib. Bəs bunlar hardan axın edir? Əsasən Qərbi Avropadan. Amma Qərbi Avropa günümüzdə isə immiqrasiya regionuna çevrilib. Onun üçün cavab C bəndə olmalıdır. Avrasiya və Şimali Amerikanın şimal hissəsinin zəif məskunlaşmasının səbəbi. Avrasiya və Şimali Amerikanın şimal hissəsi soyuq, ekstremal ərazilərdədir. Deməli, əlverişsiz təbii şərait. Əhalinin əsas hissəsinin dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yaşadığı ölkələr. Deməli, bizə dağlıq ölkələr lazımdır. Peru ola bilər. Gürcüstan əsasən Kolxid ovalığında yaşayır. Polşa da Almani Polşa ovalığında. Boliviya bəli dağlıq ölkədir, Andallarında, Peru həmçinin dağlıq ölkədir, Nepalda Himalay dağlarında yerləşən dağlıq ölkədir. Türkmenistan əsasən düzənliklərdən ibarətdir, amma Kolumbiya və Peru ola bilərdi. Çin, İndoneziya, Fransa heç biri ola bilməz. Burada da Peru və İsveçrə ola bilər, amma Avstraliya düzənliklərdən ibarətdir. Urbanizasiya prosesi üçün səciyyəvi əlamət. Şəhər əhalisinin sürətlə artması, bəli, bu urbanizasiyanın əsas xüsusiyyətidir. 154. Demografik partlayış müşahidə edilir. Deməli, demografik partlayış əhalinin sürətlə artımına demografik partlayış deyilirdi. Bu da ikinci tip ölkələr. Afrika və Cənubi Asiya ölkələri bəli ola bilər. Məhdud olduğu xeyr. Cavabımız A bəndi olmalıdır. 154-cü sualda. 155. Əhalinin təbii artımının ikinci tipi üçün səciyyəvi olmayan əlamət. Deməli, ikinci tip bildiyimiz kimi təbii artım yüksək idi. Doğumun yüksək, ölümün aşağı olması. Doğumun yüksək, ölümün aşağı olması, bu əsasən ikinci tip ölkələr. Doğum yüksək olur, ölüm düzdür. Lap o qədər aşağı olmasa da, yəni təbii artım yüksək olur da. Onun üçün A-nı biz götürə bilməyəcək. İnkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olması, inkişaf etməkdə olan ölkələr üçün. Bəli, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Doğumun və təbii artımın yüksək olması, doğum və təbii artım yüksəkdir, bəli. Təbii artımın yüksək olması, bəli, yenə eyni şeydir. Ölümün doğuma nisbətən daha yüksək olması. Ölüm yüksəkdirsə, bu təbii artım olmayacaq, artıq təbii azalma olacaq. Bu isə birinci tipə aid xüsusiyyətdir. Qərb yarımkürəsində əhalinin sayı 100 milyondan çox olan ölkələr. Deməli, Qərb yarımkürəsində əhalinin sayı 100 milyondan çox olan ölkələrimiz 3 dənədir. Bunlar ABŞ-dır, Meksikadır və Braziliyadır. ABŞ-dır, Meksikadır, Braziliyadır. Bizə verilənlər arasında Braziliya və ABŞ var. Sonra 157-ci sual. Nöqtələrin yerinə müvafiq ifadələri tamamlayın. Venezuela üçün emiqrasiya, Böyük Britaniya üçün immiqrasiya səciyyəvidir. Elə bir variantımız yoxdur. Yalançı urbanizasiya. Venezuela üçün bəli, yalançı urbanizasiya, Britaniya üçün suburbanizasiya səciyyəvidir.
B bəndi doğru cavabdır 157-ci sualda. Ölkə daxilində etnik tərkibin müxtəlifliyi onun hansı xüsusiyyətlərinə təsir edə bilər? Deməli, etnik tərkib müxtəlifdirsə ölkənin, deməli burada çox millətli ola bilər, inkişaf səviyyəsinə birbaşa təsir göstərmir, inzibati ərazi quruluşuna təsir göstərə bilər. Çünki etnik tərkibinə görə bizim federasiyalarımız var idi. Rusiya, Nigeriya, Hindistan, yəni milli etnik tərkiblər fərqli olduğu üçün bunlar federasiyaya çevrilmişdir. Urbanizasiya, xeyr, təsərrüfat döktürü, xeyr. Cavab A bəndi. İmmiqrasiyanın üstün olduğu ölkələrdə əhalinin sayının artım mənbəyi. Deməli, immiqrasiya yüksəkdirsə, deməli, bu insanlar çoxlu gəlir. Deməli, bunun əsas artım mənbəyi də mexaniki artımdır. Həmçinin təbii artım da mövcud ola bilər. Onun üçün cavabımız B bəndi. Mexaniki, təbii artım. Deməli, hər iki artım mövcuddur burada. Demografik böhranın çəkəvi olduğu ölkələrdə əhalinin artımının əsas mənbəyi. Deməli, böhran baş verirsə, yəni əhalisi təbii artım hesabına artmırsa, əsas artım mənbəyi mexaniki artım hesab olunur. Qərbi Avropanın megapolisləri. Qərbi Avropada iki əsas megapolisimiz vardı. Reyn ətrafı və İngiltərə. Reyn boyu və İngiltərə. Bunlar göləllər ətrafı, Bosvaş, Sansan bunlar yerləşir. Şimali Amerikada Varşava ümumiyyətlə megapolis deyil. Onun üçün 2-3, 2-5 yəni. Cavabımız Y bəndi. Əhalisi Hind-Avropa dil ailəsinə aid olan İslam dininə sitayiş edən ölkə. Deməli, Qazaxıstan Altay dil ailəsinə aiddir. Monqolistan ümumiyyətlə İslamda deyil, həmçinin Altay dil ailəsinə aiddir. Misir Hind-Avropa deyil, Afro-Aziyadır. İran, bəli, Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Həmçinin İslam dininə bildiyimiz kimi İran İslam Respublikasıdır. Əlcəzair düzdür, İslam dininə sitayiş edir, amma Afro-Aziya Hami-Sami dil ailəsinə aiddir. Cavab D bəndə olmalıdır. İnkişaf etməkdə olan ölkələrdə əhalinin yaş tərkibində uşaqların payının çox olmasının səbəbi. Deməli, burada təbii artımın yüksək olmasıdır. Bunun səbəbi təbii artımın ikinci tipə malik olması. Cavab Y bəndi olmalıdır 163-cü sualda. 164. İnkişaf etməkdə olan ölkələrin əhalisinin sürətlə artmasının nəticəsi. Deməli, inkişaf etməkdə olan ölkələrdə əhalinin sayı sürətlə artır və burada həyat səviyyəsi yüksələ bilməz, intensiv ola bilməz, kənd təsərrüfatının inkişafı xeyr, turizmin yox, işsizlik artacaq. Bəli, cavabımız Y bəndi olmalıdır. 165-ci sual. Əhalinin yaş qrupu göstərilən qrafiklərdən mərkəzi və Şərqi Afrika ölkələrinə uyğun gələni müəyyən edin. Deməli, bildiyimiz kimi Mərkəzi və Şərqi Afrika əsasən geridə qalan ölkələrdir və bu ölkələr əhalinin artımının ikinci tipinə, yəni demoqrafik partlayış səciyyəvi edir bu ölkələr üçün. Yəni, ikinci tip isə uşaqların sayı çox olmalıdır, yaşlıların sayı nisbətən az olmalıdır. Uşaqların sayı düzdür burada çoxdur, amma 5-9 yaş qrupunda olan uşaqların sayı azdır, yəni bu ola bilməz onun üçün də. Burada ümumiyyətlə uşaqların sayı az, yaşlıların sayı çoxdur, bu inkişaf etmiş ölkədir. Sonra bu qrafikdə uşaqların sayı yenə az da ola bilməz. Sonra C və Y düzdür, ikisi bir-birinə oxşayır, amma dediyimiz kimi uşaqların sayı daha çox olmalıdır. Onun üçün düzgün cavab Y bəndi. Yəni, asan bir formasını deyək, əsasən ikinci tip ölkələrdə, yəni ikinci tip ölkələrdə yaş cins piramidası pilləkənlər formasında düzgün formada gedir. Bu da bizə Y bəndində verilib. 166-cı sual. Xəritə sxemi əsasən verilmiş ölkələrə uyğun gələn dil ailələrini və qruplarını müəyyən edir. Deməli, bizə bir harda verilib? Bir İraq verilib bizə bir rəqəmi ilə. Deməli, İraq Afro-Aziya dil ailəsinin Hami-Sami dil qrupuna aiddir. 2. Qazaxıstandır. Altay dil ailəsinin Türk dil qrupuna aiddir. 3. Əfqanistandır. Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. Deməli, Afro-Aziya, Sami-Hami, Altay, Türk, Hind-Avropa, İran. Elə A bəndində düzgün cavabımız bizə verilib. 167-ci sual. Demoqrafik keçidin birinci mərhələsi. Deməli, bildiyimiz kimi demoqrafik keçidin 4 mərhələsi var idi. Birinci mərhələsi lap geridə qalmış qəbilələr üçün, ibtidai icma cəmiyyətindəki insanlar üçün səciyyəvidir. Burada həm doğum, həm ölüm hər ikisi yüksək idi. Doğum və ölüm hər ikisinin doğumun yüksək doğum, yüksək ölüm nəticəsinin təbii artımının aşağı olması, bəli, yüksək doğum və yüksək ölüm səciyyəvidir.
İkinci mərhələsində isə artıq ölüm aşağı düşür. Çünki tip elm inkişaf etdiyi üçün ölüm aşağı düşür. Doğum yüksək səviyyədə qalır. Deməli, doğumun yüksək səviyyədə qalması, ölümün aşağı düşməsi demoqrafik partlayışa səbəb olur. Dördüncü mərhələsində isə deməli, dördüncü mərhələsində doğum və ölüm demək olar bərabərləşir. Hətta bəzən ölüm doğumu da keçə bilər. Bu inkişaf etmiş ölkələr üçün təcrübədir. Təbii artım aşağıdır, bəli. Partlayış xeyir dedik ki, ikinci mərhələ üçün təcrübədir. İnkişaf etmiş ölkələr, bəli. Hətta təbii azalma ola bilər. Avropa qitəsi, bəli. Deməli, yenə demoqrafik keçid mərhələsinə aid sualdır. Birinci və dördüncü mərhələ. Yeni Gvineya Amazon, Kongo meşələrindəki qəbilələr, yəni ibtidai icmadakı xalqlar birinci mərhələdir. Təbii artım aşağı olması. Deməli, birinci mərhələ yüksək doğum, yüksək ölüm, təbii artım aşağıdır. Dördüncü mərhələdə isə həm doğum, həm ölüm hər ikisi aşağıdır. Nəticədə isə yenə də təbii artım aşağı olur. Deməli, təbii artımın aşağı olması fikri hər ikisinə aid olan fikirdir. Deməli, ortaq cəhətimizdir. İnkişaf etmiş ölkənin əksəriyyəti üçün təcrübədir. İnkişaf etmiş ölkələrdə dördüncü mərhələdir. Yüksək doğum, yüksək ölüm bu birinci mərhələdir. Bu mərhələdə olan bəzi ölkələr hətta təbii azalma, bu da yenə dördüncü mərhələyə təcrübədir. A, D, C, Y və B. Cavabımız A bəndidir 170-ci sualda. 171-ci sual. Əhalinin yüksək təbii artımı müşahidə edilir. Lakin təbii artımı azaldmaq istiqamətində demoqrafik siyasət həyata keçirilmir. Bu fikirdən aydın bilinir ki, bura İran körfəzinin neft ixrac edən ölkələridir. İşçi xarici daşınmazlığı müşahidə olunur, xəritə sxemdə verilmiş xüsusiyyətinə aid olduğu regionu və ona aid olan əlaməti müəyyən edir. Deməli, 4 İran körfəzinin neft ixrac edən ölkələridir. 4 neft qaz hasilatının sürətli inkişafı. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edilir. German dil qrupu, Slavyan dil qrupu. Deməli, German-Slavyan dil qrupu German dil qrupuna aiddir ingilislər, almanlar, isveçlilər, norveçlilər, amerikalılar. Slavyan dil qrupuna ruslar, belaruslar, bolqarlar, polyaklar, bunlar Slavyan dil qrupuna aiddir. Roman dil qrupuna aid ölkələrlə sərhəddədirlər. Deməli, Roman dil qrupuna German dil qrupundan aid olan Almaniyanın Fransa ilə sərhədi var. Həmçinin Slavyan dil qrupuna aid olan Ukraynanın Roman olan Rumıniya və Moldova ilə sərhədi var. Həmçinin Bolqaristan, Rumıniya sərhədi var. Yəni, bu ortaq cəhətdir. Skandinaviya ölkələri bu qrupa aiddirlər. Deməli, Skandinaviya xalqlarından Norveç və İsveç German dil qrupuna aiddir. Düzdür, Finlandiya aiddir ümumiyyətlə Finugor dil qrupuna. Qaradəniz sahilində bu dil qrupuna aid ölkələr var. Bu əsasən aiddir Slavyan dil qrupuna. Yayıldığı ərazilərdə keçmiş sosialist blokuna daxil ölkələr var. Deməli, keçmiş sosialist blokuna daxil olan ölkələrə həm German dil qrupunun, həm də Slavyan dil qrupunun yayıldığı ərazilərdə rast gəlmək mümkündür. Çünki Yugoslaviya, həmçinin bu tərəfdə də bizim SSR yayılmışdır. Hər ikisi də rast gəlmək olar. Bu dil qrupuna aid olan ölkələr bəziləri böyük yeddilik aiddir. Germanlar dil qrupuna aid olan almanlar, ingilislər, bunlar aiddir German dil qrupuna. Deməli, B, C, A, D cavabımız A bəndi olmalıdır. Deməli, 173-cü sual. Tayfa, millət, xalq, nəsli uyğunlaşdırmaq lazım. Deməli, tayfa eyni yaranma tarixinə, dini təsəvvürlərə, dialektə, adət-ənənələrə malik nəsillər birliyi bu adlanır tayfa. Millət, eyni mənsubiyyət, ədəbi dil, milli mədəniyyət və iqtisadi münasibətin mövcud olduğu birlik, bu eyni bir millətdir. Xalq, tarixən eyni ərazidə yaşayan dil, mədəniyyət və əxlaq birliyi bu xalq adlanır. Nəsil isə qan qohumları birliyi olmalıdır. Və qan qohumları birliyidir. Buraya da D aiddir. Deməli, B, C, A, D şəklində olmalıdır cavabımız. B, C, A, D. Bu da bizə verilib. B, C, A, D, B bəndidir. 2005-ci il üçün tərtib olunmuş cins yaş piramidasına əsasən demoqrafik böhranın baş verdiyi illəri müəyyən edin. Diqqətli baxsaq biz görürük ki, piramidada ən aşağı yaş qrupu 15-19 yaşındakılardır.
Deməli, 15-19 yaşındakılar doğulduğu illərdə bu ölkədə demoqrafik böhran baş verib. Deməli, hal-hazırda bizə verilən piramidanın tərtib olunduğu il 2005-ci ildir idisə, 2005-dən biz çıxmalıyıq əvvəlcə 19-u. 2005 çıxılsın 19 eləyir 1986. Və daha sonra isə 2005-dən biz çıxmalıyıq digər yaş qrupu olan 15-i. Çıxılsın 15. Bu da eləyir 1990. 1990. Deməli, 15-19 yaşındakılar azlıq təşkil edir. Həmin 19 yaşındakılar doğulub 1986-cı ildə, 15 yaşındakılar isə 1990-cı ildə. 1986-1990-cı illərdə deməli bu ölkədə demoqrafik böhran baş verib. Şimali və Cənubi Amerika əhalinin yüksəklik qurşağı üzrə yerləşməsində olan fərqli xüsusiyyətlər. Deməli, bildiyimiz kimi Şimali Amerikada Kordilyer dağlarıdır, Cənubi Amerikada And dağlarıdır. Şimali Amerikanın Kordilyer dağları daha az mənimsənilib, amma Cənubi Amerikadakı And dağları isə diqqətli baxsız görür ki, burada 500.000 metr yüksəklikdə insan daha çoxdur. Bir də 1500-2000 metr hündürlüyündə də insanlar mövcuddur. Əsasən hinduları sonra gəlmə Avropadan gələnlər rezervasiyalara köçürmüşlər, yəni dağlıq ərazilərə. Xüsusilə Boliviyadır, Perudur, Çilidir, Kolumbiyadır. Oranın dağlıq ərazilərində hindular yaşayır. Yəni Şimali Amerikanın dağlıq regionları az mənimsənilib, amma Cənubi Amerikanın dağlıq regionları isə daha çox mənimsənilib. And dağlarında əhali sıxlığı Kordilyer nisbətən çoxdur. Bəli, doğru fikirdir bu. Cənubda Kordilyer dağlıq ərazilərdə əhalinin sıxlığı daha çoxdur. Düzgün cavab elə A bəndi olmalıdır. 175-ci sualda. 176-cı suala baxaq. Sxemdəki demoqrafi göstəricilərə uyğun gələn ölkələr qrupunu müəyyən edin. Deməli, bizə birincidə doğum göstərilib, ölüm, təbii artım. Deməli, birinci ölkədə doğum hər 1000 nəfər 20 nəfərdir, ölüm 10 nəfərdir. Deməli, təbii artımımız da 10 nəfərdir. Təbii artım 10 nəfərdirsə, bu inkişaf etmiş ölkələr olmalıdır, yəni birinci tip ölkələr. İkinci sxemdə təbii artım doğum çox yüksəkdir, 40 nəfərdən çoxdur. Ölüm 20 nəfər, təbii artım 25 nəfər. Bu isə bizə ikinci tip ölkələr olmalıdır. Deməli, ikinci tip ölkə və birinci tip ölkələr lazım bizə. ABŞ, Kanada, İspaniya birinci tipdir. Sudan, Efiopiya, Nigeriya ikinci tipdir. Elə cavabımız da A bəndə olmalıdır 176-cı sualda. 177-ci sual. Aşağıdakı verilmiş əhalinin yaş cins piramidalarına uyğun gələ biləcəyi ölkələri müəyyən edin. Biz demişdik ki, bayaqda əgər aşağısında pilləkənlər kimi davam edirsə, yəni aşağı daha çoxsa, uşaqların sayı çoxsa, bu deməli ikinci tip ölkədir. Bu isə birinci tip ölkədir. Uşaqların sayı çünki azdır, yaşların sayı çoxdur. Deməli, burada biz Misir, Suriya, Meksika deyə bilərik. İkinciyə ABŞ, Yaponiya, Almaniya. Elə cavabımız yenə də A bəndi olur 177-ci sualda. 176. Ölkədə əhalinin sayı ilin əvvəlində 10.500 nəfər, təbii artım 1000 nəfər 6 nəfər olarsa, ilin sonunda əhalinin sayını hesablayın. Deməli, əvvəlcə biz tapaq 10.500-ə, əhalinin sayı 10.500-dür, 10.500-ə x, 1000 nəfər isə təbii artım 6 nəfərdir. 1000 nəfərə 6. Deməli, burada 10.500 1000 idi də, bizdə 10.500 1000. Bu 1000 də var. Onun üçün bu 1000 ilə bu 1000 getdi. X bərabərdir. 10.500 vurulsun 6. Kalkulyatorla hesablayaq. 10.500 vurulsun 6. Bu da bizə bərabərdir 63.000. Deməli, ölkədə 63.000 nəfər illik artım var. İllik artım 63.000 nəfər illik artımdır. Bizim ölkədə isə 10.500 nəfər var idi. 10.500 deməli 10.500 var idi. Yenə də 63.000 nəfər artdı. Bu da bizə bərabərdir 10.563.000 nəfər elədi. 10.563 nəfər cavabımız D bəndi.
Ölkə əhalisinin sayı ilin əvvəlində 11.500 nəfər. Yenə eyni tip sualdır. 11.500 minə x minə 7 ixtisar gedir. 11.500 vurulsun 7 olmalıdır. X. Deməli 11.500 vurulsun 7. Bu da bərabərdir 80.500. 80,5 yəni x bərabərdir 80,5 min nəfər illik təbii artımdır və bizdə 11.500 var idi. Bu da 11.500 80,5 min eləyir. Yəni buna toplayanda bu qədər var idi. İllik artımda 80,5 min nəfərdir. Növbəti sual. Ölkədə 79-cu sual etibarı. Ölkədən əhalisi 2015-ci ildə 3 milyon 150 min nəfər, 2020-ci ildə 3 milyon 228 tam %75 min nəfər olmuşdur. Bu dövrdə orta illik artım neçə min nəfər olmuşdur? Əvvəlcə biz tapaq, neçə nəfər artıb? 3 milyon çıx, 3 milyon, 3 milyon getdi. Biz çıxmalıyıq 228 tamında 75 çıxılsın 150. Bu da 75 8 bu da 12 7 78 tam %75 nəfər %75 min nəfər deməli bizim illik artımımızdır. 2020-dən 2015-ə qədər, yəni 2015-dən 2020-ə 5 il keçib. Deməli 5 il ərzində 78 tam %75 min nəfər artırsa, biz tapmalıyıq, bəs 1 ildə nə qədər artır? Yəni bölməliyik 5-ə. Deməli 78 tam 75 bölünsün 5. Bu da bərabərdir 15 tam 75. Yəni bu ümumi 5 ildə artım idi, bizə 1 illik artım lazımdır. Yenə eyni tip sualdır. Dövr ərzində orta illik artım lazımdır. 296 çıxılsın 200 bərabərdir 96 min. Yəni deyə bilərsiniz ki, burada 3 milyon çünki 3 milyon 296 min çıx 3 milyon 200 min də, yəni 3 milyon çıx 3 milyon birmişə 3 milyon getdiyi üçün yazmağa ehtiyac görmədim. 96 min nəfər deməli 5 il ərzində artır. 2021 çıx 2016 5 ildir. 96 min də bölmək lazımdır. 96 da bölmək lazımdır. Bir yenə 5-ə. 19,2. Ölkədə əhalinin sayı 17 milyon nəfər. Əmək ehtiyatları 60%dir. Əmək ehtiyatının 15% işsizdir. Ölkədə fəal əhalinin və işsizlərin müvafiq sayını hesablayın. Deməli, ölkədə əhalinin sayı 17 milyon, əmək ehtiyatları 60%dir. Əmək ehtiyatının 15% işsizdir. Ölkədə fəal əhali və işsizlərin müvafiq sayını hesablayın. Əvvəlcə biz 17-nin 60%-ni tapmalıyıq. 17 vur 60 böl 100. 17 vur 6 102. 102. 102 böl 10 da bərabərdir 10 tamında 2. Deməli 10 tamında 2 milyon nəfər bizdə əmək ehtiyatıdır. Əmək ehtiyatını da bizə deyək 15% işsizdir. Yəni biz indi 10 tamında 2-nin tapmalıyıq 15%-ni. Bu 15 böl 100. Bunu hesablasaq biz, yəni 10 tam onda 2. 2-nin biz tapmalıyıq 15%-ni. Bu da bərabərdir bizə 1,53. Deməli 1,53 milyon nəfər işsiz var. Əmək ehtiyatları isə 12 çıx 1,53. 12 çıx 1,53 də 8,67. Deməli, əmək ehtiyatlarını bizdə əldə 10,2 milyon nəfər. Bunun da 15%, yəni 1,53 milyonu işsizdirsə, 10,2 çıxılsın 1,53, 8,67 milyon nəfəri isə fəal əhalidir. 2009-cu il tərtib edilmiş cins yaş piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verini tapın. Bayaq həll etdiyimiz kimi sualdır. Böhran olan illərə, yaşlara baxırıq. 10 və 14 yaşındakılar ən azdır. Yəni 2009-dan biz əvvəlcə çıxmalıyıq 14-ü.
Burada bərabərdir eləyir bizə 1995. Sonra 2009'dan biz indi çıxmalıyıq. 10 bu da eləyir 1999. 1995-99-cu illərdə demək təbiətən aşağı olub, böhran baş verib. Yine eyni tip sualdır. Təbii böhran istəyir bizə. Görürük ki 5 və 9 yaşındakılar azlıq təşkil edir. 2008 çıx 9 1999 2008 çıxılsın 5 2003 1999-2003-cü illərdə demoqrafik böhran baş verib ölkədə. 85-ci sual. Cədvəldə verilmiş ölkələrin urbanizasiya səviyyəsinə görə artma ardıcıllığı. Deməli, şəhər ümumi əhali 127,6, kənd əhalisi 43,4 milyon nəfər. Deməli, hesablansaq bu biraz uzun çəkəcək. Biz bunu təxmini formada hesablaya bilərik. Yəni, deməli, 127,6 milyon nəfər, ümumi əhali isə 43,4 kənddə yaşayırsa, şəhər əhalisi deməli 84,2 milyon nəfər. 82,4 milyonda təxmini 66%-ə bərabər olacaq. Şəhər əhalisi təxmini 66%-dir. Sonra burada 306 ümumi əhalisi və 55 milyon şəhərdədirsə, deməli, burada bizə artıq biraz daha yüksək olacaq. Bu da təxmini bizə şəhər əhalisinin 80%-dən çox olduğunu göstərir. 80%-dən çox burada bizə şəhər əhalisi var. Bu da 182, 115, 75-dir. 75 də aradasa daha aşağı eləyəcək bizə. 75-40%-lər. Deməli, bir də bizə 66%-lərə yaxın göstərici var. Şəhər əhalisi 80%-lər, 40%lər. Bizə artma ardıcıllığı deyilir. Artırma ardıcıllığıdırsa deməli cavab olmalıdır 3, 1, 2. Yəni C bəndi olmalıdır. Həmçinin burada da eyni formada tapa bilərik biz. 82, 68 milyon kənddə yaşayırsa, şəhər əhalisi burada bizə çox azdır. Şəhər əhalisi çox azdır. Burada təxmini 12 eləsə, 12 də haradasa 20%-lərə yaxın bir rəqəm eləyir. Yəni 20%-dən aşağıda eləyə bilər. 21 burada 19 eləyirsə, 19 burada artıq yüksəkdir. Şəhər əhalisi 90%-lərə, 85%-lərə yaxın bir göstərici ola bilər. Şəhər əhalisinin payı. Burada isə 141, 38 eləsək, 141, 38 eləsək, o da 20-70%-lərə yaxın bir göstərici eləməlidir. Yəni, çünki bu böyük rəqəmlərdə işləmək tam rəqəmlərdir. Təxmini formada hesablaya bilərik, biraz test formada alınsın deyə. Burada da bizə azalma ardıcıllığını deyir, 2, 3, 1 şəklində olmalıdır. Cavab 2, 3, 1. Yəni Y bəndi. Ölkə əhalisinin xəritədə 9 kvadrat santimetr göstərilmişdir. Əhalinin isə 21,6 milyon nəfər, sıxlığının isə 60 nəfər olduğunu bilib, ölkənin sahəsini və xəritənin miqyasını hesablayın. Deməli, əvvəlcə biz əhalinin sayını, ölkənin ərazisini tapmalıyıq. Deməli, bildiyimiz kimi sıxlıq bərabərdir. Əhalinin sayı bölünsün ərazi. Əhalinin sayı bölü ərazi. İndi biz tapmaq istəyirik. Ərazini tapmaq üçün isə 21,6 milyonu biz bölməliyik 60-a. 21,6 milyon bölü 60. Buradan biz 3-0 buna versək, burada 1000 qalacaq. 21, 600, 1000 bölünsün 60. Bərabərdir. Deməli, bu 0 ilə bu 0 getdi. 2160 bölü 6. Qaldı bizdə 2160 2160 bölünsün 6. Bu da bərabərdir 360. Yəni 360 min. 360 mindir. Ölkənin
sahəsi. Sonra bizə xəritədəki sahə 9-dur. Deməli, biz miqyası tapmaq lazımdır. Deməli, miqyas bərabərdir. Əgər sahədən gedirsə söhbət, kök altında 360.000 bölünsün 9. Bu da eləyir kök altında 40.000. 40.000'dən də çıxacaq bizə 200. Kök altından 200 çıxacaq. Deməli, 200 və 5 dənə 0 da əlavə eləsək, cavab alınacaq B bəndi. 200. Deməli, 188. K ölkəsində əhalinin artım sürəti yüksək olmasına baxmayaraq, son illərdə həyata keçirilən demoqrafik siyasət nəticəsində əhalinin artım sürəti azalmağa başlamışdır. Deməli, əvvəlcə K ölkəsini tapaq. Deməli, təbii artım yüksək idi deyilir bizə. Amma son illərdə həyata keçirilmiş demoqrafik siyasətdə əhalinin sayı azalmağa başlamışdır. Deməli, bir ümumiyyətlə ola bilməz. Bu təbii artım yüksək formada qalır. Burada təbii artım yüksək. Burada düzdür, son azalma var, amma təbii artım burada yüksək deyil. Yüksək idi azalan 4-cü məntəqədir. Deməli, 4K 4 ola bilər. Çünki təbii artım yüksək son illərdə azalmağa doğru gedir. Sonra K-da nədir? L-də nədir? El ölkəsində əhalinin artım sürəti aşağı. Yetkin və yaşlı insanların isə daha çoxdur. Verilən xüsusiyyətlər deməli, artım sürəti aşağıdır. Yaşlı və yetkinlər daha çoxdur. Artım sürəti aşağıdırsa, bu da L-lə uyğun gələcək. Deməli, K-ya 4, L-ə 2. K-ya 4, L-ə 2 variantımız Y bəndi olmalıdır. K ölkəsində əhalinin artım sürəti çox olmasına baxmayaraq, əhalinin azalmağa doğru heç bir demoqrafik siyasət aparılmamışdır. Artım yüksəkdir və heç bir tədbir həyata keçirilməyib. Heç bir tədbir həyata keçirilməyibsə, bu bizə birinci sxemdir də. El ölkəsində isə əhalinin təbii artım sürəti azaldığına görə əhalinin sayını artmağa yönəlmiş demoqrafik siyasət aparılmışdır. Yəni, əhalinin sayı azalırdı, amma artırmaq üçün siyasət yeridilib. Əhalinin sayı azalırdı burada. Diqqətli baxsaq, amma artdırmaq üçün siyasət yeridilib. Bu da bizə 3-cü məntəqə, deməli, L-dir. Deməli, K-ya 1, L-ə 3. K-ya 1, L-ə 3 cavabımız Y bəndi olmalıdır. 189-cu sualdır. 190-cı sual. Qrafikə əsasən regionlar üzrə əhalinin sıxlığının artma sırasını müəyyən edin. Deməli, əhalinin sıxlığı bərabərdir. Əhalinin sayı bölünsün ərazi. Sıxlığın artma sırası deyilir bizə. Artma sırasıdırsa ən az, deməli, əhalinin az olduğu, ərazinin çox olduğu yerdə ən az çıxacaq. Deməli, əhalinin çox, ərazinin az olduğu yer, deməli, ən çox 5-dir. Deməli, başlanğıc 5 dənə olmalıdır. Sonra yenə bizə əhalinin az olduğu yerlər 5-dir, sonra 3-dür. Sonra 5, 3, 2 bərabərdir. Sonra 1, sonra da 4 formasında ardıcıllıq olmalıdır. 5, 3, 2, 1, 4. Yəni cavabımız 190-da A bəndi olmalıdır. Regionalda əhalinin azalma sırasını görürük. Yəni tərsinə indi azalma lazımdır. Birinci əhalinin ən çox olduğu 4-dür. Deməli, başlanğıc 4-dən olmalıdır. Sonra əhalinin çox olduğu 1-dir. 4, 1, sonra növbəti sırada 2 gəlməlidir. Sonra 3, sonra da 5. Deməli, 4, 1, 2, 3, 5. 4, 1, 2, 3, 5 cavab C bəndi. Demoqrafik keçid mərhələləri. Deməli, birinci mərhələdə yüksək doğum və yüksək ölüm göstəricisi olmalıdır. Yəni, 1-ə B olmalıdır. İkinci mərhələdə doğum yüksək səviyyədə qalır, ölüm aşağı düşür. Yüksək doğum, aşağı ölüm və yüksək təbii artım, yəni demoqrafik partlayış A-ya aiddir. Doğum və ölüm göstəricilər fərqin azalması, doğum və ölüm göstəricinin arasında fərqin azalması, fərqin təbii artımın aşağı düşməsi. Təbii artım aşağı düşür, yəni fərq azalır, təbii aşağı düşür. Bu 4-cü mərhələyə aiddir. Hətta bəzən ölüm doğumu keçilə bilər. Ölümün səviyyəsi əvvəlki illərdəki kimi qalması, doğum göstəricisinin aşağı düşməsi. Ölüm olduğu kimi qalır, doğum aşağı düşür. Bu 3-cü mərhələ üçün C-vidir. Deməli, B, A, D, C. C bəndi olmalıdır cavabımız.
Növbəti sual. Təbii artım yüksək, urbanizasiya səviyyəsi aşağıdır. Təbii artım yüksəkdir, urbanizasiya səviyyəsi aşağıdır. Deməli, bu geridə qalmış region olmalıdır. Deməli, bunlardan geridə qalmış region bizə Şərqi Afrika və Cənubi Asiya. 3-5. Təbii artım aşağı, urbanizasiya yüksəkdir. İnkişaf etmiş region olmalıdır. Cənubi Avropa və Baltikyanı ölkələr 2-6. 3-5-2-6. Düzdür, urbanizasiya səviyyəsi İran körfəzi ölkələrində də çoxdur, amma orada təbii artım aşağı yox, təbii artım yüksək olmalı. Onun üçün cavab 3-5-2-6 olmalıdır. 3-5-2-193-də cavabımız C bəndi. Əlamətlər verilən ölkəyə ayrılan məntəqənin iqlim diaqramını müəyyən edin. Qərb sivilizasiyasının daxildir. Fayton vulkanlara rast gəlinilir. Qarda gölü yerləşir. Qarda gölüdən üzü dəqiq bilirik ki, burası İtaliyadır. Çünki Qarda gölü yerləşir İtaliyada. Deməli, İtaliyada yerləşir Aralıq dənizi sahillərində və Aralıq dənizi sahillərində bildiyimiz kimi subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi yerləşir. Deməli, bizə Aralıq dənizi iqlim tipi lazımdır. Deməli, bu ola bilməz, çünki mənfi deyil. 2 də həmçinin mənfiyə düşür, ola bilməz. Ümumiyyətlə, cənub yarımkürəsi deyib, ola bilməz. Və cavabımız 4. Şimal yarımkürəsinin Aralıq dənizi iqlim tipidir. Yayda tropik hava kütləsi səciyyəyə verir. Yayda isti və quru keçir hava, qışda mülayim və yağıntılı keçir. Cavabımız elə olmalıdır. 4-cü məntəqə, yəni Y bəndi olmalıdır. 194-cü sualda. 195-ci suala baxaq. Deməli, Hind-Avropa dil ailəsinin qrupları verilib bizə. Deməli, burada birinci olmalıdır. Hind-Avropa. Deməli, Norveçdir. Norveç German qrupuna aiddir. Deməli, buraya gəlməlidir. German. Deməli, birinci Hind-Avropa, ikinci German. Deməli, Dublin bildiyimiz kimi İrlandiyanın paytaxtıdır. İrlandiya. Norveçin paytaxtı Oslodur. Deməli, Minsk Belarusun paytaxtıdır. Belarus. Çexin paytaxtı da Praqadır. Deməli, bu ardıcılıqla Hind-Avropa, German, 3 Oslo, 4 İrlandiya, 5 Praqa, 6 Belarus. Cavabımız B bəndi olmalıdır 195-ci sualda. 196-cı sual. 2022-ci ilin əvvəlində regionda əhalinin ümumi sayı 1,5 milyon nəfər. Həmin ilin sonunda isə 1508 milyon nəfər olmuşdur. Təbii artımın 0,7% olduğunu nəzərə alaraq neçə min nəfərin miqrasiya etdiyini müəyyən edin. Deməli, əvvəlcə biz təbii artımı hesablayaq. Deməli, təbii artımın nə qədər olduğunu hesablayaq. Deməli, 1,5 milyon nəfərimiz var idi. Deməli, 1,5 milyon bizdə 100%-dir. Bizdə isə 0,7% təbii artım olur. Biz 0,7%-ni tapmalıyıq. Bu da X. Deməli, 1,5 milyon vurulsun 0,7 bölünsün 100 hesablayaq bunu. 1,5 vurulsun 0,7 bölünsün 100. Bu da bizə bərabərdir. Bunu da biz minə çevirək. Çünki cavabda bizdə mindən istəyilirdi. Yəni bunu da vuraq minə. Bu da bərabərdir 10,5 min nəfər. Deməli, X bərabərdir 10,5 min nəfər. 10,5 min nəfər bizə təbii artım hesabına artmalıdır ölkədə. İndi bizdən nə istəyir? Deməli, təbii bizdə artım isə olub 1,508 milyondan çıxır 1,5 milyonu. Bu da bərabərdir bizə 0,008 milyon. Bunu da biz milyonu minə çevirsək, burada alınır bizdə 8 minə vursaq 8 min. Deməli 8 min nəfər bizdə artım olub. Normalda nə qədər artmalıydı? 10,5 min nəfər artım olmalıydı. Çünki təbii artım biz hesablayanda 10,5 min eləyir. Amma bizdə təbii artım olub 8 min. Deməli, digər qalan insanlar nə olub? Ölkədən çıxıb gediblər. Yəni, miqrasiya olub. 10,5 çıxılsın 8 bərabərdir 2,5. Onda cavabımız da eləyir 2,5. Yəni, D bəndi 196-cı sualda.
197-ci sual. Əhalinin sayı 12 milyon nəfər olan ölkədə il ərzində doğulanlar 70 min, ölənlər 22 min. Deməli, doğulanlar 70 min, ölənlər 22 mindirsə, bu ölkədə 48 min nəfər insan artıb. Deməli, 12 milyon nəfər ümumi təbii insan sayıdırsa, buna 48 min nəfər insan artıbsa ölkədə, 70 min çıxı 22 min, 48 min eləyir. Bizə təbii artım istəyir, yəni minə x. Buradan da biz x-i hesablasaq, bununla ixtisar gedəcək, qaldı burada 1000. Yəni 48 bölünsün 12 qalır bizə burada tənasübdə. Bu da bərabərdir 4. Yəni təbii artım 4 isə, əgər 12-dən aşağıdırsa, bu birinci tip ölkələrdir. Deməli, birinci tip ölkələr lazım bizə. Böyük Britaniya, Almanya, Macaristan, amma Meksika qaydanı pozdu. Burada Monqolistan ola bilməz. Cavabımız elə C bəndidir. Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiya. Burada İordaniya ola bilməzdi. Burada da Türkiyə ardıcılığı pozurdu. Cavab C bəndi. Ölkə əhalisinin 1960, 1980, 2000-ci ilə aid yaş piramidalarına əsasən əhalinin təbii artımının gedişatını müəyyən edin. Yəni, burada biz əsas uşaqların sayına baxmalıyıq. Uşaqların sayı bu diqqətli baxanda 1960-dan 1980-ə qədər artım olur. Amma 1980-dən sonra isə yenidən aşağı düşüb. Deməli, əvvəlcə bizə artmalıdır, sonra isə azalmalıdır. Belə bir qrafik olmalıdır. Əvvəlcə artıb, sonra azalıb. Əvvəlcə artıb, sonra azalıb. Y bəndində elə bir variant var. Deməli, cavabımız Y bəndi. 199-cu suala baxaq. Cədvəldə A və B ölkələrinin demoqrafik göstəriciləri verilmişdir. Həmin ölkənin əhalisi üçün doğru fikirləri müəyyən edin. Yaxşı, deməli, ölkənin sahəsi bizə verilib. Bizə əhalinin sayı milyon nəfər, 15-25 uşaqların payı. Yaxşı, bizi variantlara baxaq. A ölkəsində əhalinin illik mütləq artım daha yüksəkdir. A ölkəsindəki mütləq artım. Deməli, A ölkəsində doğulanlar 18, ölüm 10-dur. Deməli, bizə 8 nəfər artım var A ölkəsində. B-də isə 27-15 nəfər artım var. Bizə mütləq artım deyir, təbii artım demir. Mütləq artım. İndi mütləq artımı tapaq biz. Deməli, əhalinin sayı 128 milyon nəfərdirsə, deməli, 128 milyona x bizdə nə qədər var? Təbii artım 1008. Burada x bərabərdir alınır bizdə. 128-i 8-ə vurmalıyıq da biz. Bu 8 bərabərdir 1024. 1024 bu minlə bu min yıxsan burada 1000 qalacaq bizdə. Deməli 1024 min. Yəni 1 milyon 24 min. 1024 min. Belə bir artım olacaq. Bəs B ölkəsindəki artımı hesablayaq. B ölkəsində əhalinin sayı 23 mindir. 23'dür. 23 milyona x. 23 milyon nə qədər? 23 milyona x, minə isə təbii artım 15 nəfərdə. Əlbəttə digər ölkədən A-dan burada 15 olsun 23, A-dan az olacaq. Daha yüksəkdir deyilir, deməli bu doğrudur. B ölkəsində aşağı urbanizasiya səviyyəsi var. Deməli B-də şəhər əhalisi 36%-dir, A-da isə 73%. Deməli B ölkəsində şəhər əhalisi daha çoxdur. Daha azdır. B-də daha aşağıdır. Deməli bu da doğrudur. Çünki 36%-dir cəmi B ölkəsində şəhər əhalisi. B ölkəsi əhali artımının ikinci tipinə aiddir. Bəli, əgər təbii artım 12 nəfərdən çoxdursa, deməli bu ikinci tipdir. Deməli burada da ikinci tipinə malikdir. Çünki 15 nəfər təbii artım tapmışdıq biz burada. Urbanizasiya səviyyəsi B ölkəsində daha yüksəkdir. Xeyr, biz dedik ki, A-da daha çoxdur. Orta sıxlıq A ölkəsində daha yüksəkdir. Orta sıxlıq, ölkənin sahəsi. Deməli biz burada nə etməliyik? Əhalinin sayını bölməliyik ölkənin sahəsinə. Deməli birincidə 128-i bölməliyik biz 380. Bu da eləyir 0,33. Deməli burada A-da sıxlıq elədir 0,33. İndi B-də hesablayaq. 23 bölünsün 121. Bu bərabərdir 0,9. Yəni A ölkəsində orta sıxlığı
daha yüksəkdir B ölkəsinə nisbətən. Sıxlıq daha yüksəkdir deyilir bizə. Əhalini böldük əraziyə. Burada bizə sıxlıq daha çox alındı. Deməli, bu da doğrudur. A ölkəsi ikinci tip. Xeyr, A ölkəsi təbiətim 8 nəfər yəni, yəni azdırsa bu birinci tip. Burada bizə 4 dənə doğru cavab alındı. Yəni, belə cavablar ola bilər. Biz yalnız burada səhvlərə baxaq. 4 və 6 səhvdir. Deməli, burada 6 var. Deməli, variant ola bilməz. 4, 6 var, 4 var, 4 var. Deməli, cavabımız 1, 3, 5 Y bəndidir. Amma ikinci variantda doğru fikirdir. Amma sadəcə variantlar ilə fikir olmadığı üçün biz yeni götürürük. Amma burada 4 dənə fikir doğrudur. Sonra, əhalinin təbii artımının ikinci tipə aid olduğu qrupları müəyyəndir. İkinci tipcə biz dediyimiz kimi 12 nəfərdən yüksək olmalıdır. İkinci tipdə. Deməli, ikinci, dördüncü və beşinci. Birinci tip 12-dən az olmalıdır. 12-dən az olanlar birinci, ikinci və beşinci. 1, 2, 5 də burada olmalıdır cavabımız. 202. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi fəal əhalinin payının nisbətən az olmasının səbəbləri. Deməli, iş yerlərinin azlığı. Bəli, cavablarımızdan biridir. İnkişaf etməkdə olan ölkələrdə təbii şəraitin əlverişsiz olması. Düzdür, bəzi ölkələr əlverişsiz ölkələr var, amma bu əsas səbəblərdən deyil. Qadınların əməyə zəif cəlb olunması, bəli, qadınlar əməyə zəif cəlb olunması üçün də işsizlik faizi hesablayan daha yüksək alınır. Bütün nəqliyyat növlərinin zəif inkişafı, xeyr, bu götürülə bilməz. İqtisadın yüksək inkişafı, inkişaf edibsə işsizlik də olmayacaq. Əmək tutumlu sənaye sahəsinin zəif inkişafı, bəli, 1, 3, 6 cavabımız olmalıdır. Əhalinin kənddən şəhərə miqrasiyasının yarada biləcəyi problemlər. Kəndlərin boşalması, torpaqların istifadəsiz hala düşməsi, bəli. Ölkədə şəhər ərazisinin çoxalması urbanizasiya prosesinin zəifdir. Şəhər ərazisi çoxalırsa urbanizasiya da güclənir. Doğru fikir deyil. Şəhərdə sosial infrastruktur xidmətlərinin çətinləşməsi. Bəli, əhali kənddən şəhərə gəlir, şəhərdə sıxlıq yaranır və infrastruktur xidmətləri çətinləşdirir. Ölkənin demoqrafik inkişafının sürətlənməsi, xeyr, bu birbaşa əlaqəli deyil. Əhalinin sənaye sahələrində daha çox çalışması, əhali sənaye sahəsinin çoxalması şəhərə miqrasiya edə biləcəyi problemlər. Amma bu problem deyil. Ola bilər, amma problem deyil. Kənd ərazisinin demoqrafik quruluşunun pozulması. Bəli, kənddə yaşlılar çoxalır, gənclər çıxıb hamısı şəhərə gedirlər. Bu da 1, 3, 6. Ölkədən gedən emigrantların sayının çox olması səbəb olur. Ölkədən çıxılması səbəb ola bilər. Bu mexaniki azalmaya, bəli, yəni ölkədən gedənlər gələnlərdən çoxsa bu mexaniki azalma adlanır. Urbanizasiya səviyyəsinin azalmasına, xeyr, əmək ehtiyatlarının azalmasına, bəli, ölkədən çıxanlar çoxdursa, deməli ölkədə əmək ehtiyatı azalır. Əhalinin yaş təxmin yaşlıların payının artmasına, bəli, ölkədən çıxıb gedənlər əsasən gənclərdir, yaşlıların payı artır. Təbii artımın əlaqəsi yoxdur, əmək ehtiyatının artması yox, əksinə azalmasıdır. 1, 3, 4. 204-cü sualdır. 205-ci sual. Ölkəyə gələn əmək emigrantlarının sayının çox olması səbəb ola bilər. Əhalinin sayının mexaniki artmasına, bəli, təbii artım əlaqəli deyil. Əmək ehtiyatının sayının artması, bəli, ölkənin inzibati ərazinin təsiri yoxdur. Mexaniki azalması yox, əksinə artım olacaq. Əhalinin yaş təxminində orta yaş qrupunda payının artması, bəli, gələnlər əsasən orta yaşlılar və gənclərdir. 1, 3, 6 olmalıdır düzgün cavabımız. Qərbi Avropa ölkələrinin yüksək iqtisadi inkişafının demoqrafik nəticələri. Yüksək iqtisadi inkişaf baş verdiyi üçün ölkədə demoqrafik böhran baş verir. Orta ömür müddəti yüksəlir. Əhalinin yaşdan yaşlıların payı artır. Emiqrasiya yox. İmiqrasiyada işçi artırılır. Əksinə işləyəcək insan tapılmır. 1, 3, 4 olmalıdır. 206-cı sualda. Qərbi Avropa ölkənin yüksək iqtisadi inkişafının demoqrafi yenə eyni şeydir. Eyni tip sualdır. İnkişaf müşəkil bildiyimiz kimi suburbanizasiya prosesi, yəni şəhər ətrafında insanlar daha çox məskunlaşırdı. Yuxarı yaş qrupu da həmçinin artır. Sonra emiqrasiya, xeyr, immiqrasiya olmalıdır. Bəli, immiqrasiya üçün etnik tərkib dəyişir. Təbii artım sürətinin azalması, bəli, təbii artım azalır. Aşağı yaş qrupunun payının artması, xeyr, əksinə azalır. Yəni cavabımız 1, 4, 5 olmalıdır. 208. Xəritə sxemə əsasən dünya əhalinin daha seyrək məskunlaşdığı ərazilər. Deməli, 1. Sibir bölgəsi, yəni seyrək məskunlaşmış ərazilərdir. 2. Böyük göllər ətrafı sıx məskunlaşmış ərazilər aid edə bilərik. 3. Kanadanın soyuq əraziləri zəif məskunlaşmış ərazilərdir. 4. Namibiya səhralıq ərazi zəif məskunlaşıb.
5 Avropa sıxdır. 6 Avstraliya səhralıq ərazi seyrəkdir. 7 sıxdır. 1, 3, 4 1, 3, 4, 6 olmalıdır. Bəli, 1, 3, 4, 6. Əhalinin təbii artımının birinci tipinə aid əksər ölkələr üçün səciyyəvi əlamətləri. Əhalinin ümumi sayında uşaqların payının yüksək olması. Birinci tipdə uşaqlar az olur. Yaşlı əhalinin payının çoxalması. Birinci tipdə bəli, yaşlı əhali çoxalır. Urbanizasiya səviyyəsi yüksəlir. İşçi xörün tələbat yüksək olur. Təhsil aşağı düşmür, urbanizasiya aşağı deyil. İkinci tip ölkələrin əksər ölkələrində üçün səciyyəvi əlamətlər. İkinci tip isə təqaüd yaşı əhalinin payının çoxluğu. Xeyr. Əhalinin həyat səviyyəsinin yüksək olması. Xeyr. Kənd əhalisinin payının çox olması. Bəli, urbanizasiya aşağıdır. Suburbanizasiya. Xeyr. Sosial xidmət və məşğulluq probleminin olması və immiqrasiyanın səciyyəvi olması. Xəritə sxemdə insan inkişaf indeksinin daha yüksək olduğu, yəni yüksək inkişaf etmiş ölkələr lazımdır bizə. 1 Kanada, 2 Norveç, 3 Avstraliya, 4 Kongo ola bilməz, 5 Hindistan aşağıdır, 6 Papua Yeni Gvineya aşağıdır. 1, 2, 3 olmalıdır sualımızın cavabı. 212-ci sual. Xəritə sxemə əsas urbanizasiya səviyyəsinin daha aşağı olduğu ölkələri müəyyən edin. Deməli 1 Sudan aşağıdır, 2 Kanada yüksəkdir, 3 burada bizə 3 İndoneziya aşağıdır, 4 həmçinin aşağıdır, Əfqanistan verilib, 5 Avstraliya yüksəkdir, 6 Çili, yəni Latın Amerikasında urbanizasiya yüksəkdir. Onun üçün cavabımız 1, 3, 4 olmalıdır. Cədvələ əsasən səhv sıraları müəyyən edin. Deməli, bizə işsizlik haqqındadır. İlk iş yerini axtaran universitet məzunu. İlk iş yerini axtaran universitet məzunu friksiyon işsizlik hesab olunur. Bizə səhv lazımdır. Bu da bizə struktur yazılıb. Deməli, səhvdir. Biri götürürük. Yeni texnologiyaların tətbiqi ilə ixtisara düşən insanlar. Yeni texnologiya tətbiq olunursa, bu struktur işsizlikdir. Bu da səhv verilib. Bizə friksiyon yazılıb. Texnoloji inkişaf nəticəsində işsiz qalan işçi. Yəni, texnoloji inkişaf baş verir. Bu şəxs işsiz qalırsa, bu struktur, yəni doğru verilib. Ticarətin zəifləməsi nəticəsində işini itirən satıcı. Bu dövrü verilir, bəli, dövrüdür. İtirən işçi, yəni friksiyon struktura aid deyil. Əmək haqqı aşağı olduğuna görə ona təklif edilən işdən imtina edən insan. İşdən imtina edibsə, öz razılığı ilə friksiyondur. Öz istəyi ilə iş yerini tərk edib yeni iş axtaran insan, yəni öz istəyi ilə çıxıbsa, bu friksiyon işsizlik hesab olunur, dövrü deyil. Bu da səhvdir. Yəni düzgün cavabımız 1, 2, 6 olmalıdır. 213-cü sualda. 1, 2, 6. 214-cü sual. Demoqraflar tədqiqat apardığı regionda əhalinin ölüm səviyyəsinin dəyişmədiyini, ölüm səviyyəsi dəyişməyib, doğum səviyyəsinin isə aşağı düşməsini müşahidə etmişlər. Bunu iqtisadiyyat və səhiyyənin inkişafı, həyat səviyyəsinin yüksəlməsi və qadınların fəal ictimai fəallığı ilə əlaqələndirirlər. Bu üçüncü dövr, üçüncü mərhələdir. Deməli, üçüncü mərhələdə bizə ölüm səviyyəsi dəyişmir, doğum aşağı düşür. Deməli, bizə əsasən üçüncü tip ölkələr isə səciyyəvi idi. Əsasən Latın Amerikası ölkələrində daha çox səciyyəvi idi. Bu göstərir ümumiyyətlə orta səviyyəli ölkələr, Latın Amerikası ölkələri bu mərhələdə idi. Buraya biz Argentina, Meksika və Braziliya. Əsas bu üç ölkə, yəni Latın Amerikası ölkələri götürülür. Amma müəyyən dərəcə Türkiyə də bu qrupa aid etmək olar, amma əsasən Latın Amerikası ölkələri daha çox götürülür bu qrupa aid ölkələr kimi. Qərbi Avropada immiqrasiyanın yaratdığı problemlər. Qərbi Avropada immiqrasiya. Miqrasiya kişilərin üstünlük təşkil etməsi əhalinin cins tərkibinin dəyişməsinə gətirib çıxardır. Bəli, bu doğru ola bilər, çünki gələnlərin əksər hissəsi kişilərdir. Əhalinin sayının artmasında olan geriləmələr aradan qalxır. Aradan qalxır, düzdür. Amma bizə problem istəyir. Bu problem deyil. Yerli əhalinin nüfus çəkisi nisbətən azalır. Bəli, amma bu problemdir. Təbiətin yüksəlməsi, təbiətin yüksəlmir. Gələcəkdə təqaüd yaşda olanların faiz göstəricisi yüksələ bilər. Gələcəkdə faiz göstəricisi yüksələ bilər təqaüddən. Çünki təbii əhalinin artımı mexaniki artım hesabına gedir. Təbii artım hesabına yox. Onun üçün uşaqların sayı az olacaq və bu doğru ola bilər. 1, 3, 5. Əhalinin kəndlərə miqrasiya əkinə yararlı torpaq sahəsinin azalması. Əhalinin kəndlərə miqrasiya eləmir, daha çox gələnlər şəhərə miqrasiya edənlərdir. İnkişaf etmiş ölkələrdə immiqrasiya prosesi yüksək olması hansı demoqrafik problemlərin həllinə müsbət təsir göstərir? Şəhər ərazisinin sayı artır, şəhərlərin ərazisi genişlənir.
Bu problemin həlli deyil. Əhalinin sayının artması yüngül sənayenin inkişafına müsbət təsir göstərir. Əhalinin sayının artması müsbət təsir göstərir yüngül sənayeyə. Yüngül sənaye birbaşa biz bunu deyə bilmərik axı. Əhalinin sayının artımı təmin edilir. Əmək qabiliyyəti əhalinin, bəli, bu 100% doğrudur. Təsərrüfat işçi qüvvəsi təminatı asanlaşır, bəli. Əhalinin yaşca uyğunsuzluqlar aradan qalxır. Aradan qalxır, çünki gələnlər, yaşlılar çox olur ölkədə, gənclər gəlir, uyğunsuzluq aradan qalxır. Ölkə tək mərkəzli, əsasən polisentrik çox mərkəzli ölkələrə aiddir. Əhalinin artımını təsir edən amillər. Birinci ən vacib, bəli, bizə birinci variantda verilən sosial-iqtisadi inkişaf təsir göstərir. Əhalinin cins tərkibi, xeyri təsir. Uşaq və gənclərin payı, xeyr. Ölkə tibbin inkişafı, bəli. İnzibati quruluş təsir göstərmir. Demoqrafik siyasətin istiqaməti, bəli, təsir göstərir. 1, 4, 6 olmalıdır. Cavabımız. 218-ci sual. Gənclərin və uşaqların çəkisinin azaldığı və yaşlı nəslin payının artdığı ölkələr. Yəni, birinci tip ölkələr lazımdır. Biri biz götürə bilərik. 2, Yaponiyanı da götürə bilərik. 3, Nigeriyanı götürə bilmərik. 6, Peru deyil. 5, İndoneziyanı da götürə bilmərik. Amma 4, İsveç uyğundur. 1, 2, 4 olmalıdır cavab. 9-cu sual. Verilən yaş yüz piramidasının aid olduğu təbii artım tipinə uyğun gələn ölkələr üçün əsas səciyyevidir. Deməli, yaş cins piramidası diqqətli fikir versək, yəni uşaqların, aşağı yaş qrupunda olanların, uşaqların sayının nisbətən çox olduğunu görürük biz. Ümumiyyətlə, biz demişdik ki, pilələr formasındadırsa, bu ikinci tip ölkələr üçün səciyyevi olan yaş cins piramidasıdır. İmigrantlar emigrantlardan çoxdur. Xeyr, bu ikinci tipdir. Emigrantlar çoxdur. Orta ömür müddəti aşağıdır. Orta ömür müddəti, bəli, əsasən nisbətən aşağıdır biz deyə bilərik biz ikinci tip ölkəsi olduğu üçün. Böhran yox, partlayış səciyyevidir. İqtisadi cəhətdən fəal 4-cü sektorda, xeyr, 4-cü sektor aşağıdır. Burada əsasən 1 və yaxud 2-ci sektor çox olacaq. Şimali Amerika regionunda yerləşir. Şimali Amerika regionunda yerləşir. Bu ölkə əsasən Şimali Amerika regionundakı ölkələr inkişaf etmiş birinci tip ölkələr üçün ola bilməz. Mineral və aqrar xammal, bəli, mineral və aqrar xammal səciyyevidir bu ölkədə. Deməli, 2, 6 oldu. Sonra 3-də diqqətli oxumaq lazımdır. Onun üçün fikirləri. Çünki burada deyilik, üçün demografik böhran müşahidə edilmir deyilir. Biz onu edilir oxuduq. Onun üçün edilmirdirsə, deməli, burada 3-ü də götürməliyik. 2, 3, 6. Demografik böhran, demografik partlayış müşahidə olunur. 2, 3, 6. Yəni, diqqətli olmaq lazımdır. 220-ci sual. Ölkədə iqtisadi cəhətdən fəal əhalinin 5,7 milyon nəfəri maddi istehsal, 2,7 milyon nəfəri isə qeyri istehsal sahəsində çalışır. İşsiz əhalinin 30% təşkil etdiyini bilərək, ölkənin əmək qabiliyyəti əhalinin sayını hesablayın. Demək, ölkədə iqtisadi cəhətdən fəal əhalinin 5,7 milyon nəfəri maddi, 2,7 milyon qeyri-maddi. Deməli, 5 biz əvvəlcə ümumi sayını tapacağıq. 5,7 üstəgəl 2,7. Bu da bizə eləyir 8,4. Deməli, ümumi fəal əhali 8,4 milyondur. İşsizlər isə 30%-dir əmək qabiliyyəti əhalinin sayını. Deməli, 30% işsizdirsə, fəal əhali isə, deməli, burada bizə verilən 8,4, 70% olacaq bizə. 70% deməli fəal əhalidir, 30% işsizdirsə. Bizə ümumi əmək qabiliyyəti əhali istəyir, yəni 100% lazımdır. Deməli, 8,4 milyon bizim üçün 70%-dir. Bizə isə 100% istəyir. 100% x. X bərabərdir 8,4 vur 100 bölünsün 70. Bunu hesablayaq. Bunu da 100-ə vuraq alınacaq 840 bölünsün 70. Bu da bərabərdir 12. Deməli, ümumi əhalinin sayı 12 milyon nəfərdir. Əmək qabiliyyətli əhalinin sayı. Cavabımız 12. Ölkədə əmək qabiliyyətli əhalinin 68% yaşayan fəal əhali, 8 milyon nəfəri isə işsizdir. Deməli, ümumi əmək qabiliyyətli əhalinin 68% fəal əhalidirsə, deməli, onda 100 çıxılsın 62, 32% işsizdir. Bizim üçün 32% isə verilib 8 milyon, yəni işsizlər 8 milyondur. Yenə, deməli, bizdə 8 milyon 32 x 100. Deməli, ümumi bizə əmək qabiliyyətli əhali istəyir bizdən. Bu da bizə x bərabərdir 800 böl
32. Bunu da hesablayaq biz. Bərabərdir 25. Deməli, ümumi əmək qabiliyyətli əhali 25 milyon nəfərdir. 222-ci sual. Ölkədə əhalinin sayı 8625 min nəfər. İllik təbii artım 66120 nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artımı tapın. Deməli, 82.065 min nəfərə artım 6620-dir. Bizə təbii artım istəyir 1000 nəfərə x. Bu 1000 ilə bu 1000 ixtisar getsə, bizdə qalır 66.120 bölünsün 8265. Deməli, 66.120 bölünsün 8265. Bu da bərabərdir 8. Deməli, təbii artımımız 8 nəfərdir. Rəqəmlər çox böyük verilir. Yəni, bunu imtihanda düşsə hesablaması biraz çətindir. Ölkə əhalisinin sayı 80 milyon nəfər. Bir ildə ölkədə doğulanlar 1,9, ölənlər 0,7 nəfərdir. Hər 1000 nəfərə düşən təbii artımı hesablayın. Deməli, doğulanlar 1,9, ölənlər 0,7-dirsə, deməli, artım 1,2-dir. Deməli, 80 milyona artım 1,2 milyon nəfərdir. Bizə nə istəyir? 1000 nəfərə artım istəyir. 1000 nəfərə x. Burada milyonla milyon ixtisar gedəcək. 12 vurulsun 1000. Bu da eləyir, yəni 1200 bölünsün 80 bərabərdir 15. Deməli, cavabımız burada 15 olacaq. 224. Ölkədə əhalinin sayı 100 milyon nəfər. Bir ildə ölkədə doğulanların sayı 2,8, ölənlərin sayı 1,6. Yəni, eyni şeydir. 100 milyona artım bizdə 1,2 milyondur. 1000 nəfərə artım istəyir. 1000 nəfərə x. Burada milyon ixtisar gedəcək. 100 milyon. Deməli, burada 1200 bölünsün 100. Hələ o da 12 eləyəcək. Bu da 12. 225-ci sual. Ölkədə əhalinin sayı 8265 min nəfər, illik təbii artım 1000 nəfərə 8 olmuşdur. İllik təbii artımı hesablayın. Yəni, bayaqki sualdır bu. Burada bizə 8 nəfər tapmışdıq. İndi bizə digər illik təbii artımı istəyir. Yəni, tərsi nədir? Orada nə qədər alınmışdı bizə? 66.120 alınacaq. Yəni, tərsidir. 1000-ə 8, 8265-ə x. Bu da bayaqki sualdırmı? Xeyr, bu biraz fərqlidir. Ölkədə əhalinin sayı 8800 min nəfər, təbii artım 1000 nəfər 11 nəfər. Deməli, 8800 minə artım x-dir, bizə bilmirik. 1000 nəfərə artım deməli 11-dir. Bu da x bərabərdir. Bu 1000 ilə bu 1000 getdi. 11-i vurmalıyıq biz 8800-ə. 96.800. Deməli, cavabımız 96.800 nəfər olacaq. Artım deməli. 96.800 nəfər. Növbəti sual. A regionunda əhalinin ümumi sayı ilin əvvəlində 130 milyon nəfər. Təbii artım 1000 nəfərə mənfi 2 nəfər olarsa, həmin ilin sonunda əhalinin sayını hesablayın. Yəni, mənfi 2 arasında bu təbii artım yox, təbii azalma gedir. Deməli, 130 milyon təbii artım x-dir. 1000 nəfərə mənfi 2. Milyonla bu getəndə burada qalacaq bizə 1000. X bərabərdir. Mənfi 260 min. Deməli, bizdə var idi 130 milyon. Biz 130 milyondan çıxmalıyıq 260 mini. 130 milyondan 260 mini çıxartdı. Çünki bizə ilin sonunda nə qədər olacaq deyir. 130 milyon
çıxılsın 260 min bərabərdir. Hesabı neçə min nəfər deyir bizə. Burada neçə minlə deyirsə, bunu yenidən biz 1000 nəfərə bölməliyik. Dərsində 1000-i saxlamalıyıq sonda. Bu 1000 nəfər sonradan gördüm. 12, 97, 40. Neçə eləyir bu? 12, 97, 40. Deməli, 129.740 min. 129.740 min nəfər artım olacaq. Deməli, burada 260 mini tapdıq. Sonra 130 milyonda çıxdıq. 260 mini neçə min nəfərlə dediyi üçün bu qədər min nəfər. Ölkədə dəmir yollarının ümumi uzunluğu 20.000 kilometr. Orta sıxlığı isə 400-dür. Ölkənin əhalisinin orta sıxlığı 100 nəfərdirsə, ölkə əhalisi sayını hesablayın. Birinci biz burada orta sıxlığını bizə uzunluğu kilometrlə verilir. Amma orta sıxlığını tapanda metrlə tapıblar. Bizdə onda yenə biz bunu əvvəlcə çevirməliyik kilometr metrə. Deməli bizə burada alınacaq milyon nəfərlə tapın deyilir bizə. 3 sıfır burada var. Burada da bizə mində 3 sıfır olacaq. Yəni burada bizə 20 milyon. Deməli 20 milyon metr uzunluğa malikdir. Ölkədə əhalinin orta sıxlığı da 100 nəfər. Orta sıxlığı 400-dürsə, biz tapmaq üçün ölkənin ərazisini 20 milyon bölünsün 400 eləməliyik. 20 milyon bölünsün 400-də 0,5 milyon eləyir. 0,5 milyon. 0,5 milyon deməli biz tapdıq nəyi? Ölkənin sahəsini. Ölkənin sahəsi 0,5 milyon, əhalinin sıxlığı 100 nəfərdirsə, ölkə əhalisinin sayı. Deməli, sıxlıq bərabərdir əhalinin sayı bölünsün ərazi. Deməli, bizə ərazi var, sıxlıq var. Əhalinin sayını tapmaq üçün biz vurmalıyıq. 0,5 milyon. Diqqətli baxaq, burada düz böldükmü biz? 0,2 yox, burada 0,05 milyon olur. 0,5 milyon. Burada cüzi bir səhv bıraxmışıq biz. 0,05 milyon eləyir. 0,5 milyon 20 bölünsün 400. İndi 0,5'i vurmalıyıq biz 100'ə. Bu da bərabərdir eləyir 5 milyon nəfər əhali. Deməli biz burada əvvəlcə demək sıxlığı uzunluğu verilmişdi. Uzunluğundan biz tapdıq ölkənin ərazisini. Ölkənin ərazisi verilib, əhalinin sıxlığı verilib. Burada da tapdıq biz əhalinin sayını. Cavab 5 milyon. Yenə burada da eyni məsələdirmi? Ölkə dəmir yollarının sıxlığı bu qədər, uzunluğu bu qədər. Bu ölkədə əhalinin sayını ortasını hesablayın. Yenə bunu da biz əvvəlcə kilometr, yeni görürük bu metrdə verildiyi üçün metrə çevirməliyik. Bu da eləyir 32 milyon uzunluqdur. Sonra bizə nəyi tapmaq lazımdır? Əvvəlcə ölkənin ərazisini tapaq. Bunun üçün bölək 400'ə. Burada da x bərabərdir alınır bizdə 0,08 milyon. 0,08 milyon. Əhalinin orta sıxlığını tapmaq üçün isə biz 8'i bölməliyik 0,08'ə. Bu da bərabərdir bizə eləyir 100. Deməli, ölkə əhalisinin sayı 100 milyon nəfərdir. 230-cu sual. Miqyası 1 bölünsün 125 milyon olan xəritədə regionun ərazisi 8 kvadrat santimetr göstərilmişdir. Əhalinin sıxlığı 8 nəfər olduğunu bilərək region əhalisi ümumi sayını hesablayın. Əvvəlcə biz miqyası izahlı miqyasa çevirək, qalır bizə 250. İndi həqiqi sahəni tapmaq üçün biz xəritədəki sahə, yəni həqiqi sahəni tapmaq üçün xəritədəki sahə 8'i vurmalıyıq miqyasın kvadratına. Yəni 250'nin kvadratına vurmalıyıq biz 8'i. Sahəni tapmaq üçün. Bunu vuraq. Biz 250 vurulsun 250 bərabərdir. Bunu da vurmalıyıq biz 8'ə. Bu da bərabərdir elədi bizə 500 min. Yaxşı rəqəm alındı. 5 bizə milyonla tapın deyil. Onu bizdə çevirək 0,5 milyon. 0,5 milyon bizim tapdığımız ölkənin sahəsidir.
Əhalinin sıxlığı 80 nəfər verilibsə, bizə əhalinin ümumi sayını hesablamaq lazımdır. Ümumi sayını tapmaq üçün biz əhalinin sayını tapmaq üçün sıxlığı vurmalıyıq ölkənin ərazisinə. 0,5 vurulsun 80. Bu da 8 vur 5 eləyir bizə 40 milyon nəfər. Deməli, ölkə əhalisi 40-dır. 40 milyon nəfər. 231-ci sual. Ölkə əhalisinin sayı 35 milyon nəfər. İqtisadi cəhətdən fəal əhalini onun 45%-nə, işsizlər 7%-ə bərabər olarsa, əmək qabiliyyətli əhalinin sayını hesablayın. Deməli, fəal əhali 45%, işsizlər 7% isə, fəal əhali üstəgəl işsizlər əmək qabiliyyətli əhalidir. Deməli, ölkədə bizdə 52% əmək qabiliyyətli əhali var. Ümumi əhalinin 35 milyon, deməli 35 milyon 100%-dir. Bizə isə 52% lazımdır. 52% x. Buradan biz x-i tapsaq, deməli 35 vurulsun 52. Bu da bölünsün 100. Bərabərdir 18,2. Deməli, sualımızın cavabı 18,2 milyon nəfərdir. İsveçrə əhalisinin milli tərkibi 65% almanlar, 19% fransızlar, 10% italyanlar təşkil edir. Ölkə əhalinin sayı 7,2 milyon nəfər olduğunu bilərək digər xalqların sayını tapın. Deməli, bizə 65% almanlardırsa, üstəgəl 19% fransızlardırsa, üstəgəl 10% də italyanlardır. Deməli, bu da eləyir 84, 94%. Deməli, 94% bizə bu xalqlardır. Digər qalanlar deməli 100 çıx 94, 6%-dir. Ümumi ölkə əhali 7,2 milyondursa, biz 7,2 milyonun 6%-ni tapmalıyıq. Yəni, qalan digər xalqlar. Bu da bölünsün 100. Deməli, 7,2-nin 6%-i eləyir bizə 7,2 vurulsun 6 faiz. Bərabərdir 0 tam 1432 milyon. Amma bizə 1000 nəfər də istəyir. Onda bunu da biz vuracağıq 1000-ə. 0 tam 1032 1432 vurulsun 1000. Bərabərdir. Ne oldu burada? Aslında böl yazdık desin. 0,432 vurulsun 1000. Bu da bərabərdir eləyir bizə 432. Deməli cavabımız 432 min nəfər. 7,2-nin 6%-ni tapdıq. Sonra bizə bu milyonlu tapmışdıq biz bunu. Təzədən 1000-ə vurub 1000-lə tapdıq. Belçika əhalisi milli tərkibi 55%. Yenə eyni tip sualdır. Bizə yeni digər xalqlar istəyir 88%. Deməli bu eləyir 88%. Bizə isə istəyirlər digər xalqlar. Deməli, digər xalqlar da 12%-dir. Deməli, biz tapmalıyıq 10,5 milyonun 12%-ni. Bölünsün 100. Deməli, 10,5 vurulsun 12 faiz. Bu da bərabərdir 1,26. Bunu da 1,26'ını da biz vurmalıyıq 1000'ə. Çünki bizə 1000 nəfər də istəyir. Bu da bərabərdir 1260. Cavabımız 1260 min nəfər. Əvvəl milyonla tapdıq. Bizə 1000'lə istədikləri üçün də tapdıq biz 1000'lə. Qərbi Avropada əhalinin isə 190 milyon nəfər. Əhalinin təbii artı 1000 nəfərə 1 nəfərdir. Şərqi Avropada əhalinin isə 295 milyon nəfər və hər 1000 nəfər təbii artı -1 nəfər olarsa, Qərbi Avropada illik təbii artımın Şərqi Avropada neçə min nəfər çox olduğunu tapın. Deməli 190 milyona x 1000 nəfərə 1 olarsa, deməli 190 milyona x 1000'ə 1 olarsa, burada da x bərabərdir alınır. X 1 olarsa 1000 qalır. Bu da x bərabərdir 190 min eləyir. 190 min.
Deməli, təbii artım 190 mindir Qərbi Avropada. Şərqi Avropada mənfi 1-dirsə, deməli, mənfi 295 min nəfər deməli artım var. Bizdən nə istəyir? Qərbi Avropada nə qədər çoxdur? Deməli, 190 min çıxılsın mənfi 295 min. Bu da bərabərdir bizə müsbət 485 min eləyir. 485 min. Cavabımız 485. Təbii burada mənfi olduğu üçün eyni formada alındı bizdə mənfi 295. 235-ci suala baxaq. 235-ci sual. Şərqi Avropada əhalinin sayı 296 milyon nəfər. Hər 1000 nəfərə görə təbii artım mənfi 1. Deməli 296 milyon nəfərdirsə və təbii yəni 296 milyona 296 milyona x 1000 nəfərə mənfi 1 nəfər. Deməli x bərabərdir alınır bizdə 296 min nəfər. Deməli 296 min nəfər təbii artımdır, təbii azalmadır 1 illik. Mənfi 296 min nəfər. Və bizə deyir ki 5 il. Deməli biz burada 296 mini vurmalıyıq 5-ə. Bu da eləyir 1 milyon 480 min. Deməli bizdə 296 milyon var idi. Ondan da çıxmalıyıq 1 milyon 480 min. 1 milyon 480 min. Deməli burada da x 1 milyon 480 min nəfər 1 milyon 480 min nəfər artacaq bizə 5 ildə. Azalacaq daha doğrusu mənfi 400, mənfi 1 milyon 480 min. Və demək ki, dəyişmədiyi şəraitdə 5 ildən sonra əhalinin sayı nə qədər olacaq deyir bizə. 1000 nəfərlə hesablayın deyirik. Deməli 296 milyon nəfərdən biz çıxmalıyıq 1 milyon 400. Bunu biz milyona çevirsək 1 milyon 400 1,48 milyon. 1,48 milyon. Bunu çıxsaq biz 296 çıxılsın 1,48. Bu da bərabərdir 294 milyon 520 min. Bizə minlə ifadə edin deyir. Biz də bunu vuraq onda minə. 294 520 min. Rəqəmlər çox böyük rəqəmlər verilib. Onun üçün biraz qəribə görünür. 520. 236-cı sual. A ölkəsində əhalinin sayı 63,3 milyon nəfər, hər 1000 nəfər düşən təbii artım 4 nəfərdir. B ölkəsində bu rəqəm müvafiq olaraq 62,7 və 4 nəfərdir. A ölkəsində əhalinin illik təbii artımını B ölkəsində 2,000 nəfər çox olduğunu müəyyən edin. Deməli A ölkəsində 63,3 milyon nəfər insanı var və 1000 nəfərə düşən təbii artım biz bilmirik. 1000 nəfərə düşən təbii artım 4 nəfərdir. Buradan da biz x-i tapsaq, x bərabərdir. X bərabərdir 60. Burada milyonla mini ixtisar eləsək biz burada qalacaq bizdə 1000. X bərabərdir 63,3 vurulsun 4. Sonra digərində biz bunu sonra vuracağıq. Əvvəlcə digərini tapaq. 62,7 milyon x yenə 1000-də 4 nəfər təbii artım var bizdə. Buradan da ixtisar eləsək x bərabərdir 62,7 min milyonluq sayı 1000 qalmışdı burada. Vurulsun 4. Əlbəttə ki minlə. İndi bizə fərqi tapın deyilir. Yəni 63,3 vur 4 çıxılsın 62,7 vur 4. Buradan biz 4'ü mörtəzə xaricine çıxartsaq, həll etmesi asan olsun deyə 63,3
çıxılsın 62,7. Bu da bizə bərabərdir. 4 vurulsun 0,4 vurulsun 0,6 eləyir. Bu da bərabərdir bizə 2,4 min. Neçə min nəfər deyir bizə? Deməli cavabımız 2,4. Sonra 237-ci sual. Latin Amerikasında 1990-cı ildə əhalinin sayı 450 milyon nəfər. 2010-cu ildə 585 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə görə illik təbii artımın 17 nəfər olduğu nəzərə alaraq, keçən müddət ərzində əhalinin miqrasiya hesabı neçə milyon nəfər azaldığını müəyyən edin. Deməli, əvvəlcə biz hər 1000 nəfərə orta illik təbii artımın 17 nəfər olduğunu nəzərə alaraq. Deməli, 1990-cı ildə 450 milyon. Əvvəlcə biz təbii artımı tapaq. 450 milyon nəfər insan var. X. 1000 nəfərə düşən təbii artım isə 17-dir. Buradan biz x-i tapsaq, x bərabərdir. Bununla bu ixtisara getsə, burada qalır bizə 1000. 450 vurulsun 17. Bu da bizə bərabərdir 7650. 1000 nəfər artım olmalıdır. 7650 min nəfər artırılmalıdır və 1 illik. 1 ildə bu qədər nəfər artmalıdır. Bizə isə 2010-dan 1990-cı ilə qədər, deməli 20 il müddət keçib. Onun üçün biz 7650-ni vurmalıyıq 20-yə. 20 il müddət keçdiyi üçün. Bu da vurulsun 20. Bərabərdir bizə 153. 153 min və bu min bir yerdə milyon eləyəcək. 153 milyon. Çünki burada da 3 dənə 0 minimiz vardı, burada da minimiz var. Deməli, bu 153 milyon nəfər eləyir. Deməli, ölkə ərazisində təbii artım hesabına 153 milyon nəfər artmalıydı. İndi baxaq bizdə nə qədər artıb? Deməli, 2010-cu ildə 585 milyon nəfər olub. 90-cı ildə isə 450 milyon nəfər idi. Bundan bunu çıxsaq, deməli 135. Deməli artım 135 milyon olub. Əslində artım 153 milyon olmalıydı, amma bizdə 135 milyon olub. Deməli arta qalan əvvəlcə fərqi tapaq. 153 çıxılsın 135. Bu da bərabərdir bizə eləyir 18. Deməli normalda təbii artım 153 milyon olmalıydı. Amma bizdə 135 milyon nəfər insan artıb. Deməli 18 milyon nəfər ölkəni tərk edib emiqrasiya eləyib. Yəni düzgün cavabımız 18 milyon olmalıdır. Ölkə əhalisinin sayı 40 milyon nəfərdir. Əhalinin 60% əmək ehtiyatlarıdır. Əmək ehtiyatları 75% 3-cü, 4-cü sektorda çalışır. 1-ci, 2-ci sektor çalışanların sayını tapın. Əvvəlcə ölkə əhalisi 40% isə onun da 60% bizə deyilir ki, əmək ehtiyatlarıdır. Əvvəlcə onun 60%-ni tapaq. Bu da bərabərdir 24. Deməli, 24 milyon bizdə əmək ehtiyatı var. Əmək ehtiyatının 75%-i bizə 3-cü, 4-cü sektorda çalışır. 75% 3-cü, 4-cü sektorda çalışırsa, deməli 1-ci, 2-ci sektorda çalışanlar 25%-dir. Bizi də elə 1-ci, 2-ci sektorda çalışanlar lazımdır. Onda 24-ün biz tapmalıyıq 25%-ni. 1, 4, 24 bölünsün. 4 bərabərdir 6. Deməli 6 milyon nəfər 1-ci, 2-ci sektorda çalışır ölkədə. 239-cu sual. Ölkə əhalisinin sayı 62.850 min nəfər. İllik təbii artım 1000 nəfərə 4 nəfər. Əhalinin sayının illik artımı 0,6% olarsa, onun mexaniki artımını hesablayın. Deməli, təbii artım 62.850 min nəfər. Rəqəmlər böyük rəqəmlər olanda biraz vaxt tapar. X deməli 1000 nəfərə təbii artımımız 4 nəfərdir. Bu 1000 bunu ixtisar desək, deməli 62.850-ni biz vurmalıyıq 4-ə. 62.850
vurulsun 4 bərabərdir. 251.400. Deməli 251.400 nəfər il ərzində artım var. X bərabərdir 251.400 nəfər artmalıdır. Sonra bizə əhalinin sayının illik artımı 0,6% olarsa, deməli 62.850 minin biz tapmalıyıq 0,6%. 0,6%. Bunu hesablasaq 62.850 vurulsun 0,6% bərabərdir 377 və 1000 idi. 1000 də biz 1000 də əlavə eləsək, çünki burada 1000 var idi. Bu da eləyəcək bizə 100. Deməli, bu qədər bizdə nəfər artıb, amma normalda təbii artım 251.400 olmalıdır. İndi bu aradakı fərqi tapaq. Deməli, bunu biz 1000-ə vuraq, biz olmayacaq. 377, 100 çıxılsın 251.400. Deməli, 125.700. Yəni, bundan bunu çıxanda fərqi 125.700 eləyir. Deməli, 125.700 nəfər mexaniki artım hesabına artıb ölkədə. Aradakı fərqi tapdıq biz 0,6% ilə təbii artım arasındakı. Deməli, 240-cı sonuncu suala baxaq bu mövzunun. Ölkə əhalisinin sayı ilin əvvəlində 52.185,2 nəfər, ilin sonunda bu qədər nəfər olmuşdur. Əhalinin sayı miqrasiya hesabına 12,9 nəfər artmışdırsa, təbii artımı il ərzində müəyyən edin 1000 nəfərdə. Deməli, əvvəlcə fərqi tapaq. 5218,5 çıxılsın 52.185,2 3 yeni bir dənə 3 qalanları da 0. 33,3. Deməli, 33,3 min nəfər bizə artım müşahidə olunub ilin sonunda. Və bizə deyilir ki, bu 33,3 min nəfərdən 12,9 mini miqrasiya hesabına artıb. Deməli, çıxılsın 12,9. Deməli, 33,3-dən 12,9 çıxanda alınır bizdə 20,4. Deməli, bu 20,4 min nəfəri isə bizə təbii artım hesabına artanlardır.